Kimin haqqını yersə kişi olur. Apara belə deyim, nəinki idmançı. Bildiyin üzr istəyirəm qağadır da, yəni o Malakankada zatda otururlar, ona bunu ilişirlər. Bax elə uşaqlar, elə tipdə küçə uşaqları. Yəni biz də yəni ki, TikTokda o qədər biabır ki idmançı var, girirsən kommentariya var. İnşallah səni UFC-də görərik. İnşallah səni bir qələbəyə 37 məğlubiyyət var. Qurban olum, onu sən maksimum KFC-də görə bilərsən. Yazıq uşaq yumruq ata bilmədi. Потому что rəqibi onunla elə bir atasından daha aşağı. Halda da elə uşaqlar var. Üzr istəyirəm. Qanca ağlayır. Orada məşq eləyir. Bu bununla məşq eləyir. Justified podcast seriyasının 3-cü bölümünə xoş gəlmisiniz. Mövzumuz həmişəki kimi MMA idi. Azərbaycanda MMA deyəndə ən çox ağla gələn adlardan olan Fəridbək Alıbabazadə və menecer Cavad Məmmədov bizimlədir. Cavad Tom sözünüzü təqdim edin. Məmmədov Cavad, menecer və Korefsinin matchmakeri. Başqa. Fərid müəllim. MMA Federasiyasının baş məşqçilərindən biri, Renzo Gracie Akademiyası və 411 Grappling-ın həm döyüşçüsü, həm də baş məşqçisi MMA üzrə. İlk olaraq sualım bu olacaq, çünki Cavad Məmmədov həm də Fərid müəllimin meneceridir. Ümumiyyətlə maraqlıdır ki, menecer bir döyüşçünün nəyinə baxıb seçir, yəni hansı kriteriyalar var və döyüşçüyə hansı köməkliklər edir, yəni nə kimi şeylər qatır döyüşçüyə ki, döyüşçünün meneceri olur. Əvvəla mən menecerliyə başlayanda mənim ən birinci idmançım Fərid idi və bütün menecer karyeramı demək olar ki, Fəridlə bir yerdə başlamışam. Fərid o vaxtı artıq 2 ildir döyüşmürdü və biraz ağlında var idi idmanı buraxmağa falan və biz tanış olduq Fəridlə və başladıq işləməyə və həm Fərid mənə çox dəstək oldu, həm mən Fəridə dəstək oldum və po suti indi mən hansı nöqtədəyəm və Fərid hansı nöqtədədir, biz bir-birimizə köməklə o nöqtəyə qədər çatmışıq. Hansı kriteriyalardan illərlə əlbəttə ki, oput təcrübə artanda sən fikrini dəyişdirirsən, başqa bir şeylərə baxırsan. Amma açığı deyim, mən təzə menecerliyə başlayanda mən o qədər də MMA-dən başım çıxırdı və mən Fəridi sadəcə insanlığına görə çox istədim. Və bugünkü gündə Fərid mənim, bizdə Fəridlə menecer, idmançı münasibəti deyil, bizdə qardaş münasibətidir. Və belə. Təşəkkür edirik cavab üçün. İndi maraqlıdır ki, Fərid müəllim üçün Cavadın Vedəkoma menecer olmağı necə bir müsbət təsir elədi, sırf karyera baxımından, yəni dostu kənara qoysaq. 2020-ci ildə pandemiya düşdü. Mən Cavad dediyi kimi bu pandemiya dövründə hamı idmançılar üçün bir çox sahələrdə hər şey donmuşdu. 2020-ci ildə mən Rusiyaya getdim. Hadisə 1 il orada qaldım. Çətinliklə çox məşq eləyirdim orada. Yəni orada məsafələr Bakıdakı kimi deyildi. Bildiyiniz kimi Moskva böyük şəhərdir. Yəni orada zal komanda tapana kimi, buradan da Pal Kerimov orada yaşayan Azərbaycanlı müəllimimdir. Mənə çox dəstək oldu, orada kömək elədi mənə. Dediyi kimi Cavadın da oradan çox çətin idi. Karyeranı hətta buraxmaq qərarına gəlirdim. Ailə məsələlərinə görə çətinlik idi Moskvada. Bir müddət çox çətinlik oldu. Bir döyüş keçdim, hətta orada Voronejdə vuruşdum. 2020-ci ildə 2020-ci ilin axırları idi. Moskvada olanda mən Faiq müəllim, Grappling-ın baş məşqçisi, yəni yaradıcısı, hal-hazırda Amerikadadır, Nurullah Əliyevin məşqçisidir. Yəni böyük komandası var, orada Azərbaycanlılara da kömək olur. Faiq müəllim məni tanış elədi Cavanşirlə, Cavadın qardaşı ilə. İndi hal-hazırda Amerikada yaşayır. O vaxt heç management açmaq fikrində deyil idi. Sadəcə bu Azərbaycanlı idmançılar istəyirdi. Yəni perspektivli, cavan, onlara dəstək olmaq üçün. Sonradan elə oldu ki, pastayan, yəni daimi biz zəngləşirdik, danışırdıq, müzakirə edirdik ki, necə eləyək. Mən Moskvadan qayıdandan sonra artıq Cavadla tanış oldum. Ondan sonra qərara gəldi ki, management olmalıdır, yəni döyüşçülərə həm nəinki maddi köməklik, həm də döyüşlər tapmalıyıq. Çünki Azərbaycanda onda
Management çox zəif idi. Yəni indi də onsuz da belə o qədər də güclü deyil. Təəssüflər olsun ki, 3 nəfər menecer var da Azərbaycanda. Yəni atsanlı. Yəni çətinlik oldu bir müddət. Saat 3-ə kimi, 4-ə kimi hər gün otururduq. Liqalara yazırdıq. Mənim indi döyüşçü kanallarım var idi. Rusiyada, SNG-də, Cavada ötürürdüm, Cavad danışırdı. İdmançı öz yerinə danışanda vəbsə düzgün çıxmır. Çünki idmançının işi döyüşməkdir. İdmançı əgər özünə görə döyüş tapırsa, ona ciddi yanaşmırlar. Yəni böyük liqalardan söhbət gedir. Balaca hələ belə xudmani liqalar var, hansında ki rekord yığmaq olur, olar heç. Amma sənin belə fikrin böyük liqalarda vuruşmaqdırsa, yəni döyüşçü özü üçün danışanda artıq ciddi yanaşmırlar da. Yəni yazsa belə çox vaxtda cavab vermirlər. Cavadla başladıq yavaş-yavaş. Cavad xodlandı, loru dildə desək. 4 nəfər, 5 nəfər başladı, komandada yığıldı. Oktagondan, yox, MPL, Azərbaycanda FFC-dən turnir başladı. Elə buradan Çingiz qardaş da sağ olsun, Kamran müəllimlə möhtəşəm turnir keçirdilər, çox gözəl turnir keçirdilər. Orada vuruşduq, çox prost oyun var idi, artısı il yarım, 2 ilə yaxın. Orada vuruşdum, rekord. Sonra MPL-də vuruşduq, Muradov. Orada biraz partlatdıq loru dildə, o salto vurmuşdum orada. Bütün ESPN, sonra Highmakers. Orada açığı biz öz şəxsi pulumuzla getdik. Sonuçta MPL bilet almaq istəmirdi Azərbaycandan. O da təzə liqa idi. Mahmud Muradov var idi. Sən özü döyüşdən gəlmişdin, orada desən kimsə vuruşmuşdu Qazaxıstandan. Qazaxıstanda bir dənə uşaq vuruşmuşdu. Elə bir ki, orada Mahmud Muradov var idi, əvvəl UFC-də vuruşub. Özbək. Onunla mən biraz dostlaşdım falan. O dedi ki, yaxşı ki, Fəridi qoyaq qarda. Orada bir dənə çox titulovlu idmançı var idi. 2 qat dünya çempionu idi, Bayvo Samboy. Biz danışdıq, o dedi ki, mən çox təəssüf ki, bilet ala bilməyəcəm Fəridə. Biz də belə fikirləşdik, dedik ki, yaxşı şansdır və biz özümüz bileti aldıq və uçduq və uçduq. Fəridə orada bir dənə fənd elədi, bütün internet patlatdı. Yaqin görürsən, belin üstündən belə. Telegramda, FS olanda bu video partlatdı. Və ondan sonra belə də işdə getdi, indi Allah. Çalışırıq edək. Bəs indi məsəl üçün təcrübən çoxdur və qeyd elədin ki, Fərid Bək müəllimlə ilk işləmsən və onda təcrübən yox idi. İndi maraqlıdır ki, əgər bugünkü gün bu qədər təcrübə ilə tanısaydın Fərid müəllimi və dostluğun olmasaydı, Fərid müəllimin yenə menecer olardınmı və hansı səhvlərə görə olardın? Əlbəttə ki, olardım. Adamızda mən yenə də belə bir insanım ki, mən ancaq idmançı səviyyəsinə baxmıram da, mən həm insanlığa baxıram. Və idmançılar var ki, çox təəssüf ki, Azərbaycanda elə idmançılar lap çoxdur. İdmançı kimi yaxşıdır, amma insan kimi sıfır. Yəni ki, Qədir bilmirlər. mən belə insanlarla işləmək istəmirəm. Mən işləmişəm vaxtıca və görmüşəm ki, əsəbdən başqa, stressdən başqa və narazıçılıqdan başqa heç nə görmürsəm o insanlardan. Amma Fərid, mənim fikrimcə, indi fikirlər ayrı ola bilər. Mənim fikrimcə Fərid Azərbaycan MMA tarixində top 10 idmançılardan biridir. Sonuçta insan heç vaxt heç kimdən qorxmayıb, hamıdan çıxıb dalaşıb, pis formada olsa da, xəstə olsa da, любой situasiyada bu insan heç bir rəqibindən qaçmıyor. Həmişə çıxıb dalaşıb. Və əlbəttə ki, mən даже если indi başlasaydım menecerimin mən Fəridi tanımasaydım, indi tanısaydım, mən Fəridi atpısat elərdim. Mən даже некоторые momentlərdə çox təəssüf ki, даже иногда жалеть edirəm, что mən Fəridi, допустим, biraz tez tanıdım. Потому что bəzi səhvlər oldu, onlar mənim səhvim idi, menecer kimi, потому что təcrübəsiz idim. Hardasa qorxurdum nəsə deməyə, hardasa qorxurdum ki, liqanın həttinə dəyər, filan, beşməkan. İnsan öz səhvlərini qəbul edəməli, normal bir şeydir. Və bəzi momentlərdə Fərid mənə görə hardasa fəda getdi, məni pis vəziyyətdə qoymasın. Amma məncə indiki vəziyyətdə mən bu səhvləri buraxmazdım. Hər şey opatdır, təcrübədir. Sağ olsun Fərid də mənə heç vaxt deməyim, heç nəyə görə. Öz səhvlərimizi öyrənmək. Öz səhvlərimizi öyrənmək. Artıq uşaqlara olacaq. Biz indi bir komanda yaratmışıq və çalışırıq ki, biz keçdiyimiz yoldan uşaqlara keçməsin. Onlara kömək edirik, onlara məsləhətlər veririk. Ona görə belə.
Bu mövzuda sualı Fərid bəyə verəcəm. Fərid müəllimin rekordunda qələbələr olduğu kimi məğlubiyyətlər də var. Ümumiyyətlə maraqlıdır ki, döyüşlərə baxanda çox ciddi rəqiblərlə vuruşursan və çox yaxşı döyüş göstərirsən, amma bəzi hallarda məğlubiyyətlə nəticələnir. Maraqlıdır ki, sən özün bunun səbəbini nə olaraq görürsən? Bir qədər çox olan məğlubiyyətlər. Ümumiyyətlə mən karyeramı 2014-dən MMA, əskəridən sonra başladım MMA-yə. O vaxtı da 2014-2015-ci illərdə o qədər də belə menecment vəbşə yox idi. Yəni bir dənə, iki dənə aparıcı komandalar idi, ancaq onlar vuruşurdu da. Yəni indi kim o vaxtı ya vuruşub, ya baxıbsa döyüşlərə bilir də. Yəni 2-3 nəfər adam var idi qıraqda vuruşan. İndi Allah'a şükür çoxdur vuruşan. Təəssüflər olsun, səviyyə biraz aşağıdır. Onun da üstündə, yəni hamımızın səhvi var burada. Nə mənim, nə başqa müəllimlərin. Ümumən bizim ölkənin problemidir də bu. Yəni o da inşallah tezliklə düzələr, belə fikirləşirəm. 2014-də başladım. Belə MMA-dan başqa bütün yarışlara çıxırdım. Rauf müəllimin o vaxt Kempo federasiyası var idi. Assosiasiya idi səhvləmir. Kempo, grappling, nə olurdu çıxırdım, vuruşurdum. Məşqçim daimi məşqçim yox idi, yəni bilmirdim heç Sherdog nədir, Topology nədir, rating nədir, heç nə bilmirdim. Prosta belə deyək də, Lori dildə çir üstündə rasxoda verirdim özümü. Kimlə gəldi vuruşurdum, böyük rekordda adamlarla. Elə birinci döyüşmə Elnarla vuruşmuşam. Elnar hal-hazırda elə bizlə bir komandada məşq eləyir. Sağ olsun, o da yəni gəlirlər uşaqlar, hamısı bir-birinə təcrübələrini bölüşürlər. O vaxt Elnarla vuruşmuşdum. Elnarın da rekordu yaxşı idi. Sonra bir dənə də döyüş vuruşdum Azərbaycanda. Yəni 3 məğlubiyyətdən başlamışam. Uca karyeramı belə düz qurmamışam. Bu çünki şahmat oyunu kimidir də. Yəni birdən-birə bir müddət Cavad dili rəqiblərdən qorxmamışam. O mənim minusu daha çox olub nəinki. Plusu nəyə görə? Çünki vuruşmuşam. Yəni rekorda baxanda demirlər kimə udumsan, kimə udumsan. Görür ki, udumsan və salam da onu uca sübut eləyə bilmirsən. Ay məndən xəstə idim, cavan idim, bilmirdim. O yəni heç kimə maraqlı deyil də. Həmişə mən uzanda da səbəb axtarmıram. Instagramda belə postlar yazıb demirəm ki, ay mən nə bilim başım ağrıyırdı, qızdırmam var idi 38-5. Mən çıxdım, vuruşdum. O heç kimə maraqlı deyil də, qardaş, açığın deyək ki. Yəni maraqlı olan nəticədir. Pis də udursan nəticədir, yaxşı da udsan, həmişə əli qalxmağa baxırlar. Heç kimə maraqlı deyil, yəni hansı səbəblərlə. Yəni elə o vaxtdan tək məşq elədim, sonra bir müddət bir komanda ilə məşq elədim, sağ olsunlar, orada da köməkli elədilər mənə. İndi az çox, yenə də hamının kimin az da olsa, çox da olsa üstümdə əziyyət olubsa, hamısından həmişə çalışmışam, halallıq alım. Moskvadan qayıdandan sonra 6 ildir də demək olar ki, tək məşq eləyirəm. Tək məşq eləməyimə baxmayaraq məşq də keçirəm lübitillərə, həvəskarlara. Ondan da əlavə indi professional komandamız var. Heç Cavadla belə fikirləşməmişdik ki, komanda yaradıcı, belə spontan oldu Rus demişkən. Elə oldu ki, 4 nəfər, 5 nəfərdən başlamışdıq. İndi sağ olsun Hüseyin var, dostumuz, grappling zalı yan pomещение olaraq, yer olaraq bizə verdi. Faiq müəllim də o vaxtda çıxdı, getdi Amerikaya. Komanda elə necə var idi, 4-11 grappling elə də qaldı da. 4-11 sonradan yaranıb grappling var idi. Hər yerdə də yəni qeydiyyatdadır da, ofitsialni elə eləmişik, həm Topology da rəsmi gedir, IBGF, AGP, yəni bütün həm grappling şeylərində, assosiasiyalarında, həm MMA assosiasiyalarında az çox Türkiyədə zatda da yəni bilməm eşitmişsiniz ya yox. İşbak Seyid var, döyüşçü, o da hətta onun haqqında danışdı, sağ olsun o da bizə belə biraz hype qazandırdı, yəni özü də zalaşdı, bizə baxıb ilhamlandı. Həm də bir dənə bir şey demək istəyirəm. Hamısı çoxsu şey eləyir, müəllimlərin bəziləri mənə yığır, boş-boş məsləhətlər verirlər mənə. Ay məndən pul al, məşq keç, məndən neynə. Ya bir də görürəm kimsə mənim dalımca danışır. Danışsınlar, problem yoxdur. Bizə Allah'a şükür, hamısı tanıyır ki, yəni özün Abdullah, qardaş, sən özün də məşq eləmişsən, bilirsən ki, yəni biz həmişə təmənnasız oturub deyirlər ki, məndən menecerlər pul alır. Yəni menecerin onsuz da zaten işi budur da, yəni açığın deyil, bunun bugünkü günü qazancı buradan gəlir. Mənim də qazancım müəllimliyimdən gəlir. Düzdür, mən peşəkar komandadan yəni gəlirim yoxdur. Yəni uşaqlar da onu təsdiq edə bilər. Özün də gəlmirsən, özün də təsdiq edə bilərsən. Amma yəni nəyə görə yaxşıdır? Reklam olunur, həvəskar
komandada gəlir, oradan misal üçün qazanıram. Yəni günü bugünkü günü mənim qazancım məşqdirsə, Cavadın da döyüşdən qazanır. Həm də bizim idmançılar biraz bir necə yanaşırlar, yaxşılarından yaraqda. İndi Allah'a şükür yavaş-yavaş başlayıblar başa düşməyə. Menecerə gəlib çatanda pul vermək istəmirlər Azərbaycan. Başqa misal üçün gedirlər, o çoxsuz borulara gedib də indi tanınmış idmançılar, nə bilim Taylanda deyim, Amerikaya deyim, Avropaya deyim. Yəni hansı zala gedirsənsə, dünyanın lübo yerində belədir də. Yəni ki, faizdə verirsən, özü burada 10%, 15% söhbəti deyil. Burada 30, 40, 50%-dən söhbət gedir. Yəni təsdiqləyə bilər kim Avropada olub. Əli Quliyev də özü dəfələrlə indi hal-hazırda da İsveçrədə məşq eləyir, o da təsdiqləyə bilər də. Hətta orada illərlə məşq edən adam, heç onu deməyim, mən Həbibi deyim sənə. Hamısı zala pul verir. Hamı zala faiz verir, hamı menecerinə faiz verir, naloq verir, yəni vergi. Bu dünyanın hər bir yerində belədir. Azərbaycanda deyəndə biraz bunun pisidir başa düşürlər. Elə bir ki, insanı kiçildirmək istəyirik, yəni gör mən səndən pul aldım zaten. Yəni bu zaten bunun işi meneceridir də. Bu bundan pul qazanır. Yəni hərənin öz işi var da. Yəni biraz pis yanaşırlar ona Azərbaycanda. Biraz o barədə mənə elə gəlir ki, maarifləndirici videolarımı deyim, paylaşmaq lazımdır, ya bilmirəm. Biraz pişməmişik o barədə. Burada söz Cavad bəyin olacaq. Ən gülməlisi oldu ki, açığı deyim, ən az faiz menecərlərin arasında mən alaram da. Ən az. O hamı bilir. Bütün idmançılar bilir və həmişə. Rəqəm öyrənə bilərik. Yəni faiz. Maksimum 15. Maksimum. O da baxır, minimum 10. Zalda mən bütün uşaqların hamısını. Bir dənə Cavadın sözünə qüvvət, zalla öz komandamız üçün belə açıq aydın deyirəm, bizim onsuz da heç kimə gizlədiyimiz yoxdur. Bizdə üstü açıq bazardır, loru dildə deyir, heç kimdən heç nə gizlətmirik. Qabaq misal üçün Cavad bütün komanda, indi də bütün komandalarla işləyirik. Biz yalandan çıxıb Azərbaycan deyib cəmaatın belə istəri ilə oynamırıq da. Yəni tanımayan adam baxır, deyir, nə gözəl danışır. Hər gözəl danışan o deməkdir, düzgün danışır. Düzgün danışmaq lazımdır. Biz Azərbaycan deyiriksə, biz yalandan boş-boş efirlərə çıxıb onu bunu pisləmirik ki, ay bu belə elə eləyir, amma öz gözümdə belə çıxmasın. O elədiyimi görmürəm. Biz eləyiriksə, yəni sözlə yox, çalışırıq əməllə eləyik. Hamı bizi deyir ki, ay mən nə bilim, filan kes getdi uzdur. Biz neçə ildir, yəni bu professional komanda heç 2 il yarım yoxdur heç də. 2 ilə yaxında. Amma sırf professional komanda ilə məşq keçmək, sırf da, yəni bu kontraktla, faizlərlə zarlarsa il yarımdır. Yəni bu kontraktla zarla söhbət gedir. Yəni Cavadla bir yerdə zala 20% verirlər idmançılar. O da faiz də nəyə gedir? Mənim cibimə gedir, o Allah şahididir. Yəni çalışırıq o bir zalımızı düzəldək. Renzo Gracie Akademiyasından ki, sağ olsun Emin müəllim, Ayaz müəllim bizə şərait yaradıblar. Biz burada məşq keçirik. İndi çünki komandamız böyüyüb, özünü bilirsən bu. Yəni hardasa bir 30-a 40-a yaxın uşaq var. Özdə biz ancaq Grappling Renzo Gracie Akademiyasının uşaqlarına məşq keçmirik. Bizə kim gəlirsə biz ona kömək eləyirik. Fərqi yoxdur. Vüqar Məmmədzadənin tələbəsi olsun, Ruslan müəllimin tələbəsi olsun, nə bilim. Kim gəlib bizə desə ki, kömək eləyim sizə, yəni əlimizdən nə gəlirsə, yekə danışmaq olmasın, üz üstürən böyüklərin qarşısında kim kimdir, məndən çoxdur, idman təcrübəsi, məşqçi təcrübəsi, yəni biraz lovğa çıxar, mən xoşlamıram lovğalı. Yəni kim ki bu məndən qabaq da bu işdədir, yəni gəlirlər bugünkü gündə mənimlə məsləhətləşirlər, mən özüm də utanıram ki, bu yəni məndən yaşlı müəllimdir, məndən təcrübəli müəllimdir, mənimlə məsləhətləşir, uşağını yollayır. Biz hamıya kömək eləyirik. Bizim komandadan asılı olmayaraq. Amma bəzi Azərbaycanın MMA-dən danışan o bəzi idmançılar deyim var, o güya ki şeylərdə kömək eləyirlər idmançılara zat. Görürsən ki, ancaq öz komandasını fikirləşir. Qardaş, mən buradan deyirəm, efirdə də çıxacaq. Yəni kim bizə gəlib məşq eləmək istəyirsə, bizim hamıya qapımız açıqdır həmişə. Yəni fərqi yoxdur. Amma ki bir şərtlə ki, gəlib bizdə burada yəni fitnə salmasınlar, loru dildə məşqə. Çünki biz burada disiplini yaratmışıq. Sağ olsun, bu Akşin müəllim də neçə illərin idmançısıdır. Akşin müəllim heç vuruşandır. Mən judodan, sambodan keçmişəm MMA-ya. Mən onda judo sambo belə məşq eləmirdim o vuruşan vaxtı. Amma Akşin müəllim bugünkü günü gəlib mənə müəllim deyir, sırada durur. Həmişə mənə hörmətlə yanaşırdı. Heç belə handa gənclər var ki, gəlirlər məşq eləyirlər, çıxırlar, gəlirlər, deyirlər ki şeydir.
Yəni biz özümüz məşq eləmişik, biz burada məşq eləməmişik. Yəni biz hər şey özümüz nail olmuşuq. Çox deyil idmançılar, bir deyil. Çox, yəni barmaqla sayılası deyil. Akşın müəllim bugünkü günündə ah da çəkirir o. Bugünkü günü Akşın müəllim, Bəxtiyar müəllim sağ olsun Arzumanov, o da illərin Dobro Lizgin ləqəblidir. İndi çox tanıyır onu. Köhnə idmançılardandır. O gəlib bugünkü gün sıramızda durur. Ehtiram müəllim Dərişov, Titulovun idmançıdır. Abdurrahman Dudayev kimi idmançılarla başa-baş vuruşan idmançılardan oldu da. Onlar gəlir bugünkü günü bizim sırada durursa valla bizim üçün fəxrdir. Yəni ne üçün? Yəni ən azından çalışırıq da əlimizdən gələn eləməyi. Ya, amma o məsləhət verənlər dünyada ən asan şeydir. Yəni məsləhət verməyə nə var ki, çatana məsləhət verərəm. Məsləhət verməyə qardaş, məsləhət verənəcən sən də belə bir şey elə, ya da gəl ki, əl-ələ verək, köməkləşək, bir yerdə görək işi. Amma boş-boş mənə zəng eləyib məsləhət verməyə ki, sən düz eləmirsənsə, amma özləri ortağıda yoxdur baxırsan ki. Yəni bizim işimiz, mən özüm həmişə bu sözü deyirəm ki, yəni mən yəni uşaqlara da çalışıram o şey deyim. Cavadla biz bu politikanı saxlayırıq da. Musa müəllimdir, misal üçün karate üzrə dəfələrlə kömək eləyir bizə. Akşın müəllimdir, Ehtiram müəllimdir gəlir, Vüqar müəllim tələbələ gəlir. Yəni bizim politikamız nədir? Biz gedib özümüzü üz üstürəm ifadəmə görə obyektivin qabağına belə dürtmürük də. Bizi çəkmirlər. Amma gəlib özümü xayb qazanmaq üçün, yəni bilsən necə adı sanı yoxdur, bilmir özünə necə ad qazandırsın, gedir özünü, kameranı belə deyək də, ona tərəf çəkmirlər, gəlir özünü soxur ki, mən də buradayam. Biz çalışırıq işimizlə görə. İndi pis, yaxşı, inşallah ki, mənə elə gəlir ki, tezliklə olacaq. Yəni indi Rəsul da misal üçün Van FC-də vuruşur, avqustun 4-dür, ikisidir. 14-dür. Sahir Şakirov. Sahir Şakirov vuruşur. O da misal üçün öz məqsədi var. Avropa Dünya Çempionu. O da bizim komandamızda. Kamil Kasımov kimi məşqçisi var. Şamil Kasımov Petr Yanovdur. Bilsinlərdə. Şamil Kasımov da yəni bizlə Dağıstanlı müəllimdir, bizlə əməkdaşlıq eləyən, dostluq eləyən komandalardan biridir. Sahil onun tələbəsidir. Həm də bizim Azərbaycanda da bizim komandanı, həm də Qoriç klubunu təmsil edir. Yəni Surgutda özü məşq eləyir. Buradan da ona salamımı yollamaq istəyirəm inşallah. Bilmirəm podkast ondan çıxar 23. Məncə ondan sonra çıxacaq. Ondan sonra çıxacaq. Yəni də inşallah peki qələbə qazansın. Rəsul vuruşacaq Allahın izni ilə, Murad, Marat. Yəni bu cür uşaqlara biz çalışırıq, hətta köhnə idmançıların karyerasını çalışırıq vazabnavit eləyə. Yəni o dayanan yerdən, yəni yerində qalmasın da, nə qədər canı suludur vuruşsunlar. Yəni əlimizdən gələni eləyirik. İndi yendirəm bizim təcrübəmiz hələ ki azdır, problemlər var, olmalıdır, normal haldır da. Yəni biz çalışırıq heç kimi yem kimi yollamayaq. Yəni tankın qabağına atmayaq. Cavad nəsə demək istəyir qoydusu. Mən onu demək istirdim ki, işte, mən açığı deyim, bunu ölkədə hamı bilir də, kimsə dana bilər buna, kimsə yalan deyə bilər, amma heç kim gəlib mənim üzümə onu deyə bilməz də, bu faktdır. Hamı bilir ki, mən bu ölkədə çoxlu idmançıya maddi dəstək olmuşam, Aydar ailəsinə də dəstək olmuşam, 90% cavan idmançılar hamısı mən gedib birinci döyüşlərini keçirdiblər Azərbaycan. Prosto mən o vaxtı biraz təcrübəm yox idi, kontrakt falan bağlamırdım, kömək eləyirdim, qaldırırdım idmançını. Hamı bilir də bunu, kimlərdir, ad da çəkmək lazım deyil. Sonra çox sağ ol da deməyib gedirdilər mənim yanımdan. Mən heç vaxt heç kimi saxlamamışam, heç vaxt işimə deməmişəm ki, qal, falan, beşmikan. Gedirsən, yolun açıq olsun. Mənim də kontraktımda indi olan idmançılar, kimsə məni getmək istəyirsə, mənə zəng vurur, deyir ki, Cavad, mən başqa yol seçmək istəyirəm, mən deyirəm, problem deyil. Yəni heç gedə bilərsən, heç kimi yalvaram və heç kimi güclə saxlamıram, yəni ki. Ən də gülməlisi odur ki, idmançılar hansı ki 2 il əvvəl mənim yanımdan gediblər, elə bilirlər ki, mən zəif menecerəm ya da nəsə. İndiki gündə Dışıqpor mən onlara kontrakt verən yerdə döyüşürlər. O liqaların prezidenti mənə zəng vurur, deyir ki, Cavad, sən bizə çox kömək olmuşsan. Sən bu uşağın döyüşünü atmayı deyil. Mən deyirəm ki, yox, qardaş, lazım deyil. Qoy döyüşsün, evinə çörək pul aparsın. Mən elə şeylərə görə narahat deyirəm də. Mən ona halallığımı vermişəm. O necə insan olsa da mən ona halallığımı vermişəm. Və açıq deyim, mən bir məqam Azərbaycanlı idmançıların işləmək istəmirdim. Потому o qədər o çirkinlik, o qədər sınıxmışdı biraz. Mən Fəridə zəng vurdum, dedim ki, Fərid, bir dənə səndən işləyəcəm. Başqa Azərbaycanlı idmançılarla işləmək istəmirəm. Mən kömək edirəm, qaldıram onları. Sonra onları
qaçırlar başqa yerə heç mənim adımı da heç çəkmirlər, nə çox sağ ol demirlər, nə heç. Fərid birinci dedi, hə, okey. Sonra dedi ki, sonra başladı Fərid komanda yaratmağa. Dedi ki, davay komanda yaradaq, komandanı artıraq, özümüz uşaqlara kömək eləyək, uşaqları qaldıraq falan beş məkan. To есть belə mən qayıtdım yenə də Azərbaycan idmançılara. To есть kim indi mənim karyeramdan daha öncə baxırsa, menecer kimi, amma bilir mənim başqa ölkədə çox güclü idmançılarım var da. To есть hansı ki 12-0-a da gedir, 10-0-a da gedir, çempionlar da ligalarda falan belə. Tək Azərbaycanlılarla işləmir. Mən ancaq tək Azərbaycanlılarla işləmirəm də, o hamı bilir. To есть mən öz əsas qazancımı Azərbaycan idmançılarından qazanmıram. Azərbaycan idmançılarından sən maksimum dəfi quruş qazana bilərsən. Потому что qonorarları çox balacadır və elə idmançılar var ki, mən heç onlardan pul da götürmürəm. Rekordları da Azərbaycanda. Fərid bilir də, o qədər olub ki, mən idmançılardan pul da götürməmişəm. Demişəm ki, problem deyil, çox sağ ol, qalsın səndə. Mən sadəcə Azərbaycan idmançılarına kömək eləmək istəyirəm ki, onlar artırsınlar, qalsınlar, falan beş məkan. Потому что mənim arzum odur ki, UFC-də Azərbaycan çempionu olsun. İnşallah. Mənim arzum odur və həmən əlimdən gəlini onun üçün edirəm. Həm də üzr istəyirəm, bir dənə söz demək istəyirəm. Sözünü kəsirəm cavabını. Menecer, bu çoxsu bilmir, menecer dəllal demək deyil. Bizdəki bəzi menecerlər dəllallıqla məşğuldur. Oradan buradan o Telegramda, WhatsAppda doludur elə döyüş qrupları. Bizim öz qruplarımız da var Galaktik Sportdan. Orada indi bu saat komandanı həm menecment barəsində də yekəlmişik. Yəni mən özüm də çalışıram. Mənə döyüş atırlar, matchmakerlər zat. Bəzi liqalar var ki, birbaşa döyüşçü yazırlar. Cavadla svəz qururuq. İndi Mahal da başlayıb, tezə cavan uşaqdır işləməyə. Rauf var tələbəm. Londonda yaşayır. Kim bizə gəldi deyirsə, daha qarışma, Mahalla mənə gəldilər ki, cavab mənə görə olmaq. Mənim əlimdən nə varsa, mən hər şey vermişim onlara. Qrupumda adımı, mənim qrupumda 800-ə yaxın döyüşçü və menecer var. O Azərbaycandan ən azlığı təşkil edən döyüşçülər orada da çoxsudur xaricilər. Orada hamı mənə yazır ki, cavab mənə o qrupa da barət eləyə bilərsən. Orada dayanmadan döyüşlər olurdu həmişə. Mən də o uşaqlar orada admin də vermişəm, demişəm ki, uşaqlar işləyin, qabağa gedin, məndən nəsə kömək lazımdırsa mən kömək eləyəcəm. Kim doğrudan normal işləmək istəyirsə, aldatmaq istəmirsə, doğrudan быть честным, да, если кто-то хочет, то biz həmişə hazırıq o insanlara kömək edək. Bu işdə əsas reputasiyadır da. Başa Lüboy MMA dünyası çox balacadır. Çox balacadır. Və hamı bir-birini tanıyır. Hamı bir-birini tanıyır və Lüboy insandan sən mənim adımı soruşsan, hamı deyəcək ki, Cavad человек слова, Cavad никогда не обманывает. Потому что mən ən vacibi odur ki, mən heç kimdən heç vaxt idmançı uğramamışam. Heç vaxt. Kim gəlib söz xoşu ilə gəlir. Mənə o qədər idmançı yazır. Mən həmişə ən birinci sualım olub ki, menecerim var. Yoxdursa müəllimim bilir. Sonra o müəllimi bilə-bilə ola-ola mən danışıram müəlliminlə də idmançı. Sonra onu götürəm öz komandama. Bəzi menecerlər Azərbaycanda oğurluqla məşğuldur. Zən vururlar idmançıya. Gəl yanıma, gəl sənə UFC yapaq. Hətta belə hadisələr də olub, bizim döyüş qruplarımıza giriblər. Cavada belə deyildi, faiz verməsin deyənə girib bizim, yəni Cavadın yolladığı döyüşü qrupa girib başqa menecerlə həmən rəqibə atıb və oyla danışıb. Hətta belə şey də olub. Bu döyüş var. Sən eləmək istəyirsən. Bir dəfə olmayıb, 2-3 dəfə olub. Sən vururken, sən UFC yapaq eləyəcəm falan, 5 məkan, ora-bura, yalan danışır. Ancaq boş-boş söz verirlər. Yəni ortaqda heç nə yox. O insanlar bir şey başa düşməlidir ki, o insanlar buna baxacaq və biləcək ki, mən onlara onu deyirəm. Siz bir şey başa düşməlisiniz ki, o insan ki, öz müəllimini atıb, öz menecerini atıb, hansısa tanımadığı insanın yanına gedirsə, потому что o yalandan danışır, o insan səni də atacaq. Sən o insandan heç bir xeyir qazanmayacaqsan. Bir dəfə səndən istifadə edəcək və atacaq. Gedməyin də gedmək adı var da. Yenə də oğurluqla məşğul olmaq lazım deyil. Xahiş edirəm. Bir sən necə baxırsan, взрослый mujik ki, saqqalları bura qədər, o bu. Amma zən vurur, uşaq hərəkətlər edir.
bu müəllimlə uşaq oxuyur, o müəllimlə. Mən o qədər Dəllallıqla məşğuldular da. Mənə o qədər müəllim o dəfə zəng vurdu ki, Cavad sən gədirdin biz bilmədik. Ya sən bir dəfə də bizim bir dənə idmançıya zəng vurub deməmisən də gəl mənim komandama ya da sən işçi viz eləmisən də. İdmançı lazım olub zəng vurmusan bizə, yazmısan bizə. Bəzən videoda yazırlar idmançıya gəl. Sənə UFC patlat edəcəm. Sən bir müəllim də gəlmişdi bizim belə bir zala. O ki heç bilməsən bahanca balaca liqa edəcək onu patlat edə bilməz. Amma çox hər gözəl danışan dediyim kimi düzgün danışmır. Mən də oturub burada deyərəm ki, bu dəqiqə sənə Merabla Merab deyirəm. Sənə İslam Maxaçevdən kəmər döyüşü verəcəm. O deməkdir mən düzün danışıram. Yəni biz siz necə idmançılar biraz naiv nə olur? Yəni naiv nə deyirlər Azərbaycanda? Yəni hər şeyə tez alınırlar da. Çoxsu da belə deyək də, indi heç kimi qınamırıq, əstəğfurullah. Yəni bu reallı mən də vaxt var idi, başım çıxmırdı. İndi biraz ayılmışam da, yəni xaricə gedirik, gəlirik. Həm məşqçi olaraq gedirəm, həm idmançı olaraq, həm matchmakerlərlə, liqa prezidentlərlə danışırıq. Ucuda bilirik də kimdir, nədir, kimlərdir əsas menecerlər, matchmakerlər. İndi çoxsu bilmir, hər deyənə inanırlar. Başa düşürsən, gəlir yalandan deyirlər ki, falan liqa var, mənimlə birbaşa işləyir. Həm də bir ağla onu demək istirdim, yadımdan çıxdı. Menecerlik tək ancaq, indi Cavad da təsdiqləyə bilər də, ancaq döyüş verməklə olmur. Şəxsi menecer nə etməlidir? Şəxsi menecer sponsorları cəlb eləməlidir. Şəxsi menecer sənə sənət-sünət işi həll eləməlidir. Şəxsi menecer sənə yer və belə deyək də bir növ müğənni necə prodüser olur. Eyni şeydir, sadəcə olaraq bu döyüş baxımından da. Yəni ancaq döyüşü də dərd yarı özü tapar, dərd yarı. 50 dənə calaq var, 50 dənə. Mən nə bilim Həsən, Hüseyn, nə bilim 1000 dənə ad var da orada. Ən də неприятность odur ki, işte çoxlu müəllimlər və çoxlu menecerlər hamı hər şeyi bilir də, yəni ki, o dövr keçib ki, siz nəsə gizlədə bilərsiniz də. O qədər mən görmüşəm ki, işte qonorar 2000 plus 2000-dir. Amma idmançıya deyirlər, hə qardaş, orada 500-500-dür qonorar. Nə o heç də, o klassikadır, Azərbaycan klassikası. 1500-ü qoyurlar cibinə, işi uşaqdan faiz götürürlər. Belə bir tələbəmiz var, Adəm. Brave'də gedib vuruşub, deməli, $500 qonorar deyiblər ona. 500 plus 500 deyiblər, səhv eləmirəmsə, bu ucuz 500 veriblər. Deməli 2,5 plus 2,5 idi, səhv eləmirəmsə onun kontraktı. Kontraktın üzünü görməyib. Döyüşçü özü qol çəkməlidir, kontraktın üzünü görməyib, təsəvvür elə. Plus 4 kiloya 4 kilo yarım bu ciddi çəkidir də, eləməyib rəqibi. O da 50% qonorar eləyir. Pristav onu da verməyib ona. Ya onu veriblər, burası qonorar. Yox, bu dedi $500 səhv eləmirəmsə. Yox, onu veriblər. Neysə də hər halda çoxlu pul yeyib. Da onu gizlətmək olmur da. Nada burada da çok preкращать da. Yəni kontraktı idmançının özünə vermək. İdmançının haqqını yemək olmaz da. O orada çıxır, travma alır, orada həyatından itirir. Hər bir udar, hər bir şey insanın həyatından gedir də. Mən demirəm ki, mən pul qazanmıram idmançılardan. Mən qazanıram, amma kim olsa o pulu haqla qazanmaq lazımdır da. Yəqin ki, nə vaxtsa siz biraz utanarsınız və axır ki başlayasınız kişi kimi işləməyə və axır ki idmançıları da aldatmarsınız da, yəni ki, yenə də deyirəm, heç kimdən heç nə gizlətmək olmur. WhatsApp var, bir dənə zənglə, bir dənə mesajdan hər şey həll olur da, yəni ki, hər şey çalışırıq, heç kimdən düşməsin. Mən Fərid bilir də, mən indi belə şey kimi demirəm, prosta şey kimi, opet kimi deyirəm. Mən daha çox döyüşlərdə olmuşam ki, bizim müəllimlərimizin çoxsu. To есть idmançını aldatmaqdansa siz nəsə təzə bir şey öyrənin, nəsə təzə bir şey eləyin. İndi o hamıya aid deyil. Yəqin indi bunu baxıb belə deyəcək, bu məndən danışır. Yəqin baxanda fikirləşəcəksən ki, səndən danışıram. Ona görə elə. Biraz agresivləşdi Cavad bəy. Yəni kimin haqqını yersə kişi olun. Cavad müəllim demişdi. Vallahi kim nə edir onun sözünü eləyir. Vallahi billahi deyirəm, çox bəzi uşaqlar var gediblər 1-2 nəfərlə işləyirlər və 3-4-ü mənə yığıb tezdən. Ki, bəs qayıdın zat. Deyirəm, qardaş, problem yox deyə qayıd.
Amma mən sənə əvvəldən demişdim ki, yəni gedirsən get, heç bir problem yox. Amma o deyil də, biz bilirik kim kimdir, nədir, kim nə məhsəbə qulluq edir. Mənim başım xoşum gəlmir o insanlardan ki, gedir, onun ki, misal üçün sən bu kadra düşməməlisən də, səni tanımırlar. Bir var sən xaypın dalınca qaçırsan, bir var xayp sənin dalınca qaçır. Ya indi çoxlu cavan idmançılarımız var da, onlardan biri Asəfdir, Elbekdir. Yəni onlar topdular qardaş. Mən onlara bir sənə üçün həm idmançı davranışı olaraq bəzi idmançılar var gedirlər, üzr istəyirəm ifadəmə görə, özlərini bozbaş kimi aparırlar da xaricdə. Allah'ım olsun, mən bir ikisi ilə getmişəm yarışa. Mən utanmışam da adam içinə çıxım, bu ilə bayıra çıxım ki, desinlər ki, bu ilə eyni millətdir. Özünə apara belə bilmir, nəinki idmançı. Bildiyin üzr istəyirəm qağadır da, yəni o Malakankada zatda otururlar, ona buna ilişirlər. Bax, elə uşaqlardır, elə tipdə küçə uşaqlarıdır. Yendirəm, biz də küçədə böyümüşük. Ömrü billah Sovetski, Kubinka məhəllələrində böyümüşük, amma küçədən çalışmışıq o ədəb, ərkan, əxlaq gətirib. Birinci növbədə insan əxlaqı olmalıdır. İdmançı yox, insan. Bunu görsən, nə əxlaqı var, nə idmançı kimi idmançıdır, nə özünü aparmağı var. Ancaq Azərbaycanın adını batırır. Amma misal üçün, Asəfdir, Elbekdir, indi inşallah onlar da kəmərə vuruşurlar da. Kəmərə deyəndə Asəf müdafiə eləyir. Elbey də inşallah ki, təcrübəli Monqol rəqibi ilə vuruşur. Allahın izni o da qalib gələr. Bax, o uşaqlar, misal üçün, Instagrama aparmaqlarına baxırsan, özlərini adam içində aparmağına baxırsan. Və onlardan indi görürsünüz ki, onlar bizim komandadır, Azərbaycanlıdırlar, amma onların adını çəkirəm də. Əli Quliyev olsun elə. İndi hamının adını çəkməyəcəm, indi kim yadıma düşdülər. Bizdən bari Rəsuldur, Miridir, Muraddır. Mən uşaqları da çalışıram, baş salım ki, uşaqlar, yəni nəsə paylaşırsınızsa, elə bir şey paylaşın ki, idmançı adına zərər yetirməyin. Onsuz da, yəni bu MMA döyüşçülərlə çox məqamlar oldu. Yəni, bir-iki deyil də, yəni baxırsan TikTokda adam Instagramda, TikTokda, məndə Allah'a şükür TikTokum yoxdur, amma görürəm də ara bir cavab gülmək üçün atır mənə, girib baxıram. Görürəm ki, çox biabırçılıqdır. Yəni bu insanlar özlərini, nə bilim, cəmiyyət insanı deyirlər. Yəni başa bunları çıxardırsan, hansısa podkastda çıxardırlar, ancaq pul dilənirlər, ancaq sponsor. Elə bir ki, problem sponsorluqdur. Vallahi billahi onluq deyil. Dağıstanı gətirək də, Dağıstanda çoxlu sporda olmuşuq, yəni dəfələrlə də, Universal Fighters olsun, Dark Fighter olsun. Ya oranın uşaqlarının hamısına baxırsan, əksəriyyəti reallığı demək lazımdır. Biz onlardan çox dala qalmışıq idman barəsində. İndi MMA barəsindən danışacağım, o biri barələrdən indi mən öz sahəmlə deyirəm. Niyə görə bizdən üstündürlər çox sayıda? Çünki bunların işi gücü səhər durub, məşqini eləyib, yeməyini yeyib, əksəriyyəti də ibadət eləyəndir. İbadətdən söhbət getmir, ümumiyyətlə deyəndə. Namazını qılır, yeməyini yeyir, yatır, axşam tezdən məşqini qədir. İdmançı mentallığı belə olmalıdır. Bizimkilər səhər gedir, yəni deyirəm, o iminolara şamil edirəm. Bizim də dəyərli, çoxlu yaxşı idmançılarımız var. Nərman Abbasov olsun, Tofiq Musayev olsun, nə bilim, Asəf olsun, Elbek olsun, fərq eləmir. Yəni, Rəsul olsun, cavanlarımız. Yəni, mən heç kimi ayırmıram. Hamına, Akşın Babayev olsun. Yəni, bunların, bu cavanların əksəri də, yaşayışına baxırsan, səhər gəri məşq eləyir, axşam gedir, Varovskoy həyat yaşayır, üzr istəyirəm, Gökriminal həyat yaşayır. Səhər məşq eləyir, axşam klubda, diskotekada. Səhər məşq eləyir, axşam əlində qəlyan. Sənin idmanın zalda başlayırsa, küçədə bitir. Sən əgər düzgün yeməyə fikir vermirsənsə, yatıb durmağa fikir vermirsənsə, sən idmançı disiplinin yoxdursa, idmançı əhatən yoxdursa, hamısı üzr istəyirəm, narkoman, nə bilim, üzdən iraq, nepanyatla adamlarla oturub durursansa, sən hara kimisə ola bilər, yəni xarakterin şotuna, müəyyən bacarığın şotuna nəsə eləyəcəksən, müəyyən qədər. Amma o müəyyən səviyyədən sonra dirənib qalacaqsan, qalxa bilməyəcəksən. Çünki sən o mühit imkan verməyəcək qabağa gelməyə. İndi podkastda baxanlar yəqin deyəcək ki, bunlara oturublar, hamını pisləyirlər, özlərini tərifləyirlər. Arkadaşlar, yəni ki, belə deyim də, bizim də mənfi cəhətlərimiz var, hamının mənfi cəhətləri var da. Prosta bizim komandamız, bizim həyatımız, bizim tərbiyəmiz, mən biz deyəm, Fərid deyəm, biz haqq ədalətlə yaşayırıq. Mən haradasa səhv eləyə bilərəm, amma inan ki, mən heç kimin haqqına girmərəm, Fərid. Biz burada özümüzü tərifləmirik.
Biz prosta istəyirik ki, insanlar düzgün həyat yaşasınlar vətən planı, işte o bir-birinə idmançıları aldatmasınlar. O bu. O nöqteyi nəzərdən. To есть sabah, например, Ağıl öyrətmir heç kimə. siz də sabah yaza bilərsiniz ki, sən də burada səhv eləmisən ya da bu normaldır. Mən insanam da. Yəni, Mən də eləmişəm, hamı cavab eləyib. eləyib. Prosta var elə səhvlər var ki, sən onu suçan eləyirsən, yəni bilmirsən. Elə səhvlər var ki, sən prosta içalatın qaradır deyə sən onu eləyirsən. Qardaşlar, qurban olaram, yəni ki, TikTokda o qədər biabır ki, idmançı var, girirsən kommentariya var. İnşallah səni UFC-də görərik. İnşallah səni Bir qələbəyə 37 məğlubiyyət var. qurban olam, onu sən maksimum KFC-də görə bilərsən. Bir dənə şey yemək. Söhbət rekorddan getmir ha, yəni. Twister yeyən yerdə. İnsan kimi də insandır. Yəni ki, TikTokda 99.9% idmançı siz görürsünüzsə, onlar heç biri güclü idmançı deyil. Və onlar heç vaxt olmayacaqlar UFC-də. Heç vaxt. Çünki UFC-də yox, adi döyüş keçirirlər. Aktagonda belə. Aktagonda adi bir dənə Qazaxı, McDonald's-da işləyən Qazaxı uda bilməzlər də. Yəni ki, ona görə bunun hamısını başını buraxın. Normal idmançılar axtarın, tapın. Əl-ələ verib ortalığa bir şey çıxarır. Və onları reklam eləyin. Bəs bu yalan ki, idmançıları reklam elədiniz, qurban olaram. Bu mövzu bizim yaralı yerimizdir. İlk danışan da Cavad bəy deyil. Amma belə bir şey var ki, o TikTokda paylaşır dediyimiz idmançılar, bəli, ümumən içində hamı onların nə olduğunu bilir. Heç yerdə də yer yoxdur onlara. Amma məsələ burasındadır ki, xalq onlara tərəf, yəni belə ki, müsbət şəkildə öz belə hype-ını göstərir, onlara qarşı belə sevgilərini göstərir. Daha çoxsu 14 yaşa kimi uşaqlardır, düzdür. Amma yenə böyüklər də var. Niyə 14 yaşlı? Vallahi elə yaşlılar da az deyir vallahi. Yenə də bəli, yəni görürük ki, yorumlarda da yəni uduzur, yazır ki, bəs belə oldu, gözüm ağrıyırdı, nə bilim, qızdırmam qalxmışdı. Hər dəfə bəhanəsi vardı. Uca hazır gedir. Bəhanə ilə gedir ki, bax qardaş, Allahın dostu da o qədər olub qızdırma ilə çıxmış. Mənim günahımda qardaş çıxma. Kim səni məcbur edir? 50 dəfə uduzmuşam mən də. Mən hər dəfə bəhanə axtarım ki, uca insanlar da artıq idmana aid olmayan insanlar da ara bir məndə o girib kommentləri oxuram. Görürəm ki, cəmaət də deyir ki, sənin deyir həmişə bəhanən var. Yəni bu nə mənası var? Hə gedib uduzmusan bəhanə axtarsan. Ay mənəm ağır idi. Normal bir şeydir. Düz üstürəm, qarnım ağrıyır. Düzdür. İndi məğlubiyyət normaldır. Sadəcə məsəl üçün o girən kimi qəfəsdən çıxırlar. Bax, məsələ bu şey. Girməyə qəfəsdə vuruşanlar çox çəkir. O çox böyük. Ən belə də, yaralı yerim mən patlayıram da onu görəndə də. Mən həmişə də uşaqlar deyirəm ki, elə eləməyin də. Girir uduzur. 150.000 dənə şəkil. Video. Nə Allah bəsdir. Girirsən, o şəkillərə baxırsan, bir dənə də videoda udar atdığı yer yoxdur. Ancaq dərbə yeyən yer. Kletkiyə gəldi. Bir dənə Varaskoy baxlı kletkiyə gələndə. Kletkiyə girdiysə, orada o rəki bitir. Orada yumruq atmaya baxım. Bir dənə ən yadda qalan şey kletkiyə. 150.000 dənə şəkil. Qurban olaram. Bu menajərlərə də asılıdır, idmançılara. Kim olsa məşqçilərə də. Vəsava kateqoriyaları öyrən. Valla qardaş. Çoxlu çəki dərəcəsini belə bilmir. Çoxlu menajerlər, çoxlu müəllimlər, çoxlu idmançılar çəki dərəcəsini bilmir. Çıxırlar döyüşlərə, rəqibi 2 kilo, 2 vəs kateqoriyası ondan ağırdır. Deyirsən ki, qardaş, sən niyə o döyüşə çıxdın? Dərd yarı keçiləsi rəqib olar. İndi Azərbaycanda müəyyən o liqalar keçirdiblər, indi də vuruşmuşuq. Rekordumuz pis olan vaxtı. Rekordu düzəldib üçün bir var. O понятно. Bir də var tankın qabağına atırsan, iki kateqoriya yuxarı. Zarubizon başqa ölkədə. Sən heç kim, bu hamı yadda saxlayın. Sənə heç vaxt heç bir Qazax, Fransız, İspan, kim olursa olsun, heç vaxt sənə gətirməyəcək ki, sən onun ölkəsində onun vətəndaşını döyəsən. Bizdə eləyirik. Heç vaxt elə şey yoxdur. O ancaq Azərbaycanda var. Azərbaycanda hoşdular ancaq. Öpsünüzü rasxoda verir. Öpsünüzü rasxoda verməyə. Başqa heç yerdə öz qrupun vəsavoy kateqoriyaları öyrənin. Yəni ki, birində flyweight nədir, bantamweight nədir, featherweight nədir, lightweight nədir, hansı çəkidə dalaşır, kim hansı çəkidədir. Adicə, baxırsan, bir dənə uşaq dalaşdı. Yazı uşaq yumruq ata bilmədi. Потому что
rəqibi onunla elə bir atasından danışır. Üzr istəyirəm, podkast Pis deyənə də artıq. Pis mənada demirəm. Yəni ki, elə bil ki, bu uşaqdır Ata da bala. atasından danışır. Qaqaş ondan 10 dəfə yekəydi. Sanki o sən ya bununla danışır. Uduzmaqdan söhbət getmir, biz də uduzmuşuq. Biz də uduzmuşuq. Prosta yəni azıcıq özünə yazığın gəlsin də. Sən niyə çıxasan ki, bax səni döysünlər də, nə bilim də. Mən məktəbdə dolaşırdım, mənə bir dənə qaqaş döyürdü məktəbdə. Mən bir həftə axşam yata bilmirdim ki, ay da mənim məktəbdə bir dənə qaqaş döydü, nə bilim heç kim görmədi, bir iki dənə ancaq sinif yoldaşımız döydü, nə bilim, gördü. Amma sizi bütün dünyaya döyürlər. Siz oturursunuz deyirsiniz ki, heç olmaz da. Heç olmaz da, problem deyil. Protekin olsa çəkini öyrən. Bil ki, sən 57 kiloda dalaşsan, gedib 70 kiloda dalaşma da. Yəni ki, o sadəcə, o da problem, o da Çox olub, deyil. belə döyüş. ChatGPT, Google yazırsan orada bütün məlumatlar çıxır yəni ki. Zəkim это делать mənə o çatmır, nə bilim. Vuruşmaq olar. Bunu gedirsənsə döyüşə. Burada bu bəhanə olmamalıdır da. Yəni ki, ay məndən getdim, uduzdum ona görə. Gedmisən də onsuz da. Bu bəhanə nə? Utsaydı da onu deyəcəkdi ki, məndən misal üçün 4 kateqoriya özümdən yuxarı çəki ilə vuruşdum, utdum. Çox olub elə hadisə, 1-2 deyil. Bəli, onun alternativi var da. Birində getdi, utdu təsadüf şəkildə. Özümdən ağır idi, mən bunu bacardım. Sonra getdi 20 saniyə uduzdu. Çıxdı ki, məndən ağır idi, altından çıxdı. Qardaş, o şeylər boş şeylərdir də lazım deyil. Niyə indirəm çıxıb ağıllı hər danışmaq kimi asan bir şey yoxdur da. Yəni deyirəm, idmandan anlayışı olmayan adamı allada biləcəksən. O rusların bir sözü var, seraya massa deyirlər də. Yəni ki, yəni bu yolun yolçusu deyil də. Sadəcə olaraq o sənin uzaq kulisiyanı görmür də. Döyüş ancaq vuruşmaqdan ibarətdir. Orada aylarla proses var. 15 dəqiqə vuruşmaq üçün bir şey ki 2 ay, 3 ay. Mən uşaqlara həmişə deyirəm ki, psixoloji hazır olmaq üçün də. Deyirəm ki, misal üçün ən asandır fiziki olaraq vuruşmaqdır döyüşdə. Deyirəm, nəyə görə baş salacam? Çünki sən bir döyüşə ay yarım, 2 ay hazırlaşırsan, gecəvi, gündüzvü qatırsan da, yemək və, içmək və, vitaminizasiya və, yatmaq və, durmaq və, çəki salmaq və, ən çətinini eləyirsən. Ən asanı da sənin üçün vuruşmaqdır. Amma psixoloji ən çətini vuruşmaqdır. Çünki bir sənə üçün o məsuliyyət səni sıxır. Ki bir sənə də zalda vuruşursan, sənə heç kim baxmır da. Bizim idmançılarına görə təcrübəsi azdır. Özümü də onun içinə qatıram da. Həvəskar az vuruşuruq, başa düşürsən. Bu Asəfi deyim, mən görürəm, Asəf Delbek. İndi bunların adını nəyə görə çox çəkirəm? Bəlkə Rəsul yəni öz komandamızdandır. Sonra deməsinlər ki, ancaq öz komandasından vurulur. Rəsul bayında bu saat Puketdə məşq eləyir Miri ilə. Gedirlər Lübitil, o Bangla var, orada turnir. Ağızlarına nə gəldi vuruşurlar da. Thai box, MMA, pakazatini boyu. Niyə görə? Çünki o atmosferi tutmalısan sən. Bir var sən, yendirəm, zalın içində vuruşursan, sən heç bir məsuliyyət üçün yoxdur da. Bilirsən ki, zaldır da, utdum, uduzdum. Hədə rekorda yazılmır bir şey eləmir. Qazaxlar gəlmişdi, vallahi billahi deyirəm. Dostlarımızdır, komanda Sanjar Adilov gəlmişdi, Asu Almabayev gəlmişdi. Bizim komanda ilə məşq edirlər, dostlarımızdır çoxdan. Gəlmişlər məşq eləməyə. Uşaqların çoxsu işlədi, gördü ki, düzdür, müəyyən indi uşaqlar var ki, çatdıra bilmirdi, təcrübə söhbəti var. Amma orta vuruşan uşaqlar da vuruşdu, burada gördü ki, vallahi billahi qeyri-adi heç nə yoxdur. Qeyri-adi bir sənədir yanaşma, döyüşə yanaşma. Vallahi billahi döyüşün 90% psixoloji faktordur. Nəyə görə? Çünki sən rəqibdən bir var məsuliyyət hissi, yəni o mandraj deyirlər də el arasında. O mandraj hissi hamısında olur. O sən belə deyək də, orqanizm stres keçirdir də sən vuruşanda. Əks səda deyək, necə deyim. Yəni o stresi adam təcrübəli adamla təcrübəsiz adam nə ilə seçilir? Təcrübəli adam bilir ki, bu o döyüşə çıxana kimidir. O oranı çıxdıqca atmosferi tutur, yavaş-yavaş başlayır sakit vuruşma. Təcrübəsiz adam o adrenalin qalxır. O adrenalin qalxanda da qorxu hissidir də. O qorxu hissini bir var gücə çevirəsən. Bir də var qorxu hissini qorxuya, elə bildiyin qorxasan da rəqibdən, çəkinəsən ki, bu dəqiqə vuracaq, bu dəqiqə vuracaq, bu dəqiqə vuracaq. Yəni o adamı çox yandırır da, o psixologik vıqarani deyirlər ona. Yəni bu Qazaxları deyə, indi onları nümunə gətirəm. İndi çox nümunə var. Bu indi öz praktikamızda olan bir şey deyirəm də. Gəlirlər, işlərlər bizimlə, UFC döyüşçüləri, UFC Warriors'da vuruşanlardan tutmuş, ACA döyüşçüsü var idi içərisində, Octagon Liqasının çempionu var idi, Tamir Talyanov. Uşaqlar işlədə əksəriyyəti ilə gördülər ki, vallahi billahi
qeyri-adi heç kim heç nə eləmir. Yendirəm. Amma yarışa çıxsa uşaqların bəziləri oynanan əksəriyyəti uduzacaqlar onlara. Nəyə görə? Yarış təcrübəsi. Zalda ola bilər hiss eləməsin. Bizim idmançılarda da var axı. Yəni gəlirlər biri ilə sparring işləyirlər zalda. Ay hiss eləməmişəm bunu sparringdə. Sparring nədir? Zaldır da. Özünü yarışda görsədir. Burada bir-birinizə nəyə göstərirsən özünü? Yəni Azərbaycanın içində boğuşun. Öldürün bir-birinizi. Hə, mən bundan güclüyəm, o məndən güclüdür. 66 kiloda rəqib axtarım özümə. Rəqib axtarmaya get Qazaxstanda özbəklərə, qazaxlara, amerikanlara görsəd özünü. Burada kimə göstərirsən özünü? TikTokun içində kimə göstərmək istəyirsən özünü? Yəni onsuz da yendirəm. Bir var 100 min adam sənə baxsın, amma Azərbaycan olsun. Bir var 100 dənə adam izləsin sənə, amma bütün qıraqda səni idmançı kimi tanısınlar da. Uç qoy 100 nəfər səni tanısın, amma qıraqda idmançı kimi tanısınlar. 100 min adam tanıyır, hamısı da avaragör adamlardır. Yaşayışını bilməyən adamlardır düzdür. Burada bir Şəhriyar müəllimlə podkastdan bir şey yadda salmaq istəyirəm ki, o dedi ki, biz indi həqiqətən də gedib Qazaxların qabağına çıxamırıq da. Hansı Qazax? Qazaxların yox, vəbşə. SNQ-də mən deyərdim ən aşağı səviyyədə. Professionallarımız, peşəkarlarımız indi Allah'a şükür Rusiyada orada burada məşq eləyir. Zborlara da gedir, yəni artırır, amma həvəskar MMA biraz dramat eləyir. Axırıncı baba bizdən, bizim komandadan deyirəm, nə yapsın? 4 nəfər getdi Azad müəllimlə qanmaya. Azad müəllim də sağ olsun kömək elədi uşaqlara. Çox çətinliklər oldu, kömək elədi. Buradan cənab nazir də sağ olsun, yəni dəstək oldu o barədə. Ağalar Kəyyar, Rahil bir də İbrahim. Yəni 4'ü də prizor oldu, qanmadı. Yəni o bir komandalardır. Qanmadı. Bizim komandadan 2 çempion 2-3'ə çıxdı. Ruslan müəllimin komandasından da prizorlar çempionlar oldu. Bir qız deyəsən çempion oldu. Nərmin. Yox, Nihat 2'ə çıxdı. Yəni qamada zatda yəni Boleymeni biraz nəticə verir, amma IMAF-da zatda baxırsan. Onu soruşuruz. Bu o biri tərəfdə niyə yox olub? Biz bu IMAF tərəfdə yəni yox. Çoxsu rekordu yığır burada. IMAF rekord qəbul edən. Yox, qabaq top 20 liqa top 20'də olan liqaları qəbul eləmirdi. Elə bil ki top 20'likdə olan liqalarda vuruşmusansa, orada vuruşa bilməzdin. Amma rekordun 2-3'ə kimi gətirirdilər o vaxt. 7-8'in söhbətini danışıram. Mən bildiyim qədər. Sonradan WMMA Federasiyası var idi. O da deyəsən Filkenstein M1'in prezidentliğini idi. Onu ləğv elədilər. IMAF liqası qaldı, onu ləğv elədilər. Orada misal üçün rekordu olanlar vuruşa bilir. IMAF-da indi saat rekordu olanlar, bir sənəyə görə deyil, həvəskar yarış azdı Azərbaycanda, çox azdı da. Yəni Respublikada Bakı çempionatıdır. İndi Elvin müəllim var, misal üçün Rəhimov Legion keçirdir, tek döyüşlər o maraqlıdır, misal üçün 3-4 dənə şey. Biz özümüz də açığı eləmək istəyirik. Bunu belə spoiler kimi paylaşım elə Renzo Gracie Akademiyasında eləmək istəyirik. Hə, amma nə eləmək istəyirik? Ondan sonra deyərik. Ondan sonra deyərik o cavab etsin. O da astavı. Yox, ən böyük problem o deyil. Təşəkkür eləmək istəyirəm. Ən böyük problem Azərbaycanda odur ki, Azərbaycanda böyük liqa yoxdur. Ən böyük problem. Baxın, bizdə Korefsi oldu. Biz Korefsidə 3 dənə turnir elədik. Gördünüz Korefsidə bütün idmançılar hamısı kim döyüşdü, hamısı getdi böyük liqalara. Bak da yani. Rəsul, Miri, əksəriyyəti orada çoxlu uşaqlar da Azərbaycan uşaqları deyirəm. Onlar çoxsu mənlə işləmirdi. Profesiyadan sonra onlar gördülər, özləri istədilər mənlə işləməyə, mənim menecmentdə işləməyə. Biri Taurus, LFA-da vuruşur. Onlar hamısı böyük liqalara getdi. Hamısı böyük liqa rolu çox böyükdür. Qamışda sən təcrübə yığırsan, sən heç vaxt Azərbaycanda döyüşə, sağ olsun, hamı Turanı pisləyir. Mən Turana çox yaxşı yanaşıram. Turan olmasa, onun da səhvlər olub. IFC olmasa, bu ölkədə MMA tamamilə ölər. Tamamilə, yəni ki, IFC olmasa, bu ölkədə MMA yaddan çıxardı. Profesionaldan söhbət. Profesionaldan söhbət gedir.
Lütfə ondansa biraz insana kömək eləyin, dəstək olun. Mən baxıl insan Bir deyiləm. dənə Turana buradan sözüm, bir dənə o mənim fikrimdə səhvini eləyir. Gələ biraz o da onluq deyil, səhv. O neynəsin? Məsəl üçün idmançı biraz məşqçilər də onu fikirləşməlidir. Yəni çıxırlar həvəskar səviyyəsində idmançıdır 2 dənə. Elə bir ki, belə deyək də, 2 dənə 2 ay gələn uşağı gətirmisən, soxmusan, üzr istəyirəm, UFC-də 2 dənə 2 aylıq uşağı vurursan. O demək deyil ki, orucu peşəkar oldu. Onun təcrübəsi yoxdur ki, peşəkar olmaq o demək deyir ki, peşəkar liqada vuruşmusan. Sən özün peşəkar olmalısan. Yəni sənin həvəskar backgroundun olmalıdır. Heç olmasa respublika deyim, hansı beynəlxalq turnirlər deyim ki, iştirak eləmirsən, apkatka olmusan da, loru dillə deməyib pişmisən. Pişməmiş də o qədər idmançılar da, elə İbrahim də oturmuş burada. Vahid, İbrahim. İkisi də perspektivli idmançıdır da. Çox, yəni tezə başlayıblar. Vahid Türkiyədə oxuyur, orada da vuruşub eləyir. Yəni o uşaqlar mənim indi stavka elədiyim uşaqlardan biridir də, rekorda olmayan. Biri ağalardır. Sonra kimdir var? 5-0-a qədər sən döyüşməlisən öz ölkəndə. Sən yaxşı idmançı olmaq istəsənsə, biabır olmaq istəmirsənsə za rubежом, в лучшем случае, то есть do 5-0, 5-0-a qədər sən Azərbaycanda döyüşməlisən. Amma Azərbaycanda sən döyüşməlisən Azərbaycanlılarla yox. Okay, birinci döyüşdün 1-0 eləcək. Dərsi sən xarici idmançılarla döyüşməlisən ki, o vaperək sən qorxmayasan xaricilərdən. Ən böyük faktor odur. Bizim çoxlu idmançılar xaricilərdən qorxur. Niyə? Çünki opita nету. O bilmir, o təcrübə yoxdur, o bilmir o nə. Ona görə onu da eləmək üçün ölkədə liqa olmalıdır. Liqada Turan kasıb uşaqdır. Turan başqa ölkədən sağ olsun, yenə də rəqib gətirə bilmir. O mən yenə də AFC olmasa bizdə o şey professional investor yoxdur da, pul buraxan. Hə, bu Azərbaycanda MMA partlayacaq o vaxtdır ki, nə vaxt Azərbaycanda liqa olacaq. Liqa olandan sonra inanın ki, mənə Azərbaycanın qabağında heç bir ölkədə. Bir də həvəskar turnirlər. Çoxlu. Ən böyük problem odur. Şəhər müəllim düz deyib. Sonuçta biz SNQ-da indi ən zəif. Ən zəif. Okey, indi hamı deyəcək ki, Türkmənistan çıxmaq bizdə UFC-də orada 3 dənə maçı var. Bizdə orada UFC-də ağıllı komentar qoşdular, yazma. MMA-yə UFC deyən insanlar indi başlayacaq kommentdə şey yazmağa, ağıllı fikirlər yazmağa. Yəni ki, qardaşlar, o gün Maqa dedi. Azərbaycanın idmançıların UFC-də çoxalmağın ən böyük priçinası odur ki, Azərbaycanda UFC keçirdirlər. Bu ən böyük priçinadır. Reallıqdır. Reallıqdır. İdmançılar çoxalacaq. Azərbaycanlı idmançılar çoxalacaq UFC-də. O normaldır. Hamısı bizim qardaşlarımızdır. Mən hamısı uğurlar şey verirəm. Я за них только рад. Krasavçiki, молодцы. То есть просто o demək deyil ki, onlar pis idmançıdır. Onlar hamısı super idmançılardır. Hamısı maşallah superdə dalaşır. Okay, ну то есть это основная причина. O çoxlu insanın qabağında o şey kimi yalan rozvaş kimi yalanır da. Deməli Azərbaycanda MMA güclü səviyyədədir. Amma o elə deyil. Azərbaycanda MMA güclü səviyyədə deyil. Sonuçta əksəriyyəti kim UFC-yə podpiska olubsa, onlar ya Rusiyada yaşayırdılar, ya Amerikada yaşayırlar. Azərbaycan MMA məktəbini yəni bir dənə kimdir? Tofiq. Başqa Azərbaycan MMA məktəbindən söhbət. Milliyyətdən yox. Ümumiyyətlə Azərbaycanda ömrü boyu yaşayan, bəzi Tofiq milyon dənə sporda olub. Rafaeli deyir. Rafaellə mən Titan FC-də tanış olmuşam, Amerika təşkilatında. Onlar hamısı zarubejli başqa ölkə. Yəni Azərbaycanda nə yaşayıb, nə Azərbaycanlıdır, amma Azərbaycanın MMA məktəbini təmsil eləməyib də. Yəni ona görə də yəni ki olsun deyənə də yəni öz liqamız olmalıdır. Halibom olmalıdır. Belə başa düşdüm ki, peşəkar liqamız zəifdir, daha böyük olmalıdır, daha yaxşısı olmalıdır. Sadəcə məsələn yoxdur. Bir dənə AFC-dir. AFC yenə dediyim kimi AFC ancaq Azərbaycanlılara qarşı. Bir-iki dəfə də misal üçün Çingiz müəllim keçirdi FFC-də. Dosta yenə deyirəm də daimi şəkildə çətin axı onlara da hər dəfə öz cibindən o qədər pul xərclə. O da 1 manat, 2 manat dördür. Yəni külli miqdarda pul lazımdır. Pul verməkdən çox
idmançıya mən belə fikirləşirəm ki, yəni pul vermək lazım deyil idmançıya. İdmançıya vitaminini al, zboruna yolla. Misal üçün hansısa yarış var, bileti qarşılamır. Müəyyən liqalar var da. Biletini al bəsdir. Yəni sponsorluq. Bizimkilər sponsorluq deyir ki, bunu bütün 7 nəsil sülaləsini saxlayasın. Orada üzr istəyirəm, sən pul qazanmaq istəyirsən də, sonra idmançı olmaq istəmirsən. Bir var özünə yatırım eləyəsən. Bayır Rəsul misal üçün nəyə Rəsulun xoşuma gəlir? Özünə yatırım eləyir. Yəni idman da biznesdir də. Sən bir müddət özünə yatırım eləməlisən ki, bir müddətdən sonra da o ad bir var sən ada işləyirsən, bir müddət sən ada işləyirsən. Sonra ad sənə işləyir. Elə olmalıdır. Özünə yatırım eləmirsən, vaxtını qurban eləmirsən məşqə, vitamin almaq istəmirsən. Otur səhərdən axşamacan ağla ki, vitamina pulum yoxdur. Mən nə bilim, zbora pulum yoxdur. Cəmaət necə hamısı kasıbçılıqdan çıxır. Bütün idmançılar işləyir. Elə UFC-yə bax. Oliveira'dan tutmuş, nə bilim, Fuatana kimi, Şəkər Qaraldan oldu. İdmançı, yəni ki, mənim qardaşım var, 8 ildir Amerikada yaşayır. Mən dünyanın bütün liqalarında olmuşam. Başlıyor elə, hamısında olmuşam. UFC, One FC. Hamısında. Bütün idmançılar işləyir. Qardaş, biz hansı idmançılarla da işləmir? Çünki orada adı var. Hələ Amerikada da, burada çoxsu can atır Amerikaya qaçsın. Keçənlər var, Baysan qrupu. Əlbəttə, onlar hamısında Bruşikzad işləyir orada. Allah, brat, o qədər 8 saat işləyir, gəlmək. O qədər orada idmançılar var ki, dalaşırlar UFC-də. Amma məşq eləyirlər. Bizimkilərin yazığı gəlir. Zalda yatırlar. Bizdə bəzi idmançılar utanır zalda yatmaq. Mən zalda yatırım. Bizdə zalda yatanlar biri. Mən niyə zalda yatım ki? Mən, qardaş, onlar hamısı indi bir dənə uşaq var. Çiçən Abdurrahman. Türkiyənin adından vuruşur. Yaxyayev. O uşaq hamıya kimi olsun. Bir il Fransada zalda yatdı. Bir il. Onun treneri özümlə danışmışam, onun trenerindən. Onun treneri mənim yaxın dostumdur, Brazilisti. Bir il o Fransada zalda yatdı. Elə Hamzatın özü də. Qaqaş, dalaşırdı, yerdi işləyirdi, məşq yerdi, işləyirdi. Bizimkilər ancaq bıraq sərdansın dağlasın. O mən bilmirəm, o kimin ağlına gəlib ki, o bütün idmançıların sponsorları var. Bu yalan söhbət yəni ki. O yalan söhbət. Sponsorlar var, özünə ad eləyən idmançılarda, ya da kimisi ailəsi varlıdır, o kömək eləyir, qohumu varlıdır, o kömək eləyir. Dostu tanışı var. Amma heç bir idmançı ona heç kim ələbə gəlib pul vermir. Doğrusan, muskulun qəşəng də, davay sana hər ay $2000 pul verir. O yalan söhbətdir, o belə şey yox. Belə olduğu halda başa düşürəm ki, onda peşəkar səviyyəmiz həmişə fərdi olacaq. Yəni bir nəfər, 2 nəfər çıxacaq, qalanları isə bir müddət sonra buraxacaqlar ya da ki, meşok kimi gedəcəklər. Biz sənin üçün yenirəm, özlərinə yazdıqları gəlir ona görə. Nə vaxta kimi özünə yazığın gələcəksə elə olacaq. Heç kim sənin gəlib əl tutan deyil, özün özünə əl tutmalısan, idmanda özün özünə yol cızıq deyim, eləməlisən də, qazıya. Primerdə, yəni ki, mən çox şamaranım. Bugün Sahillə danışmışam deyə, yəni Zahir çox ləzzət edir də Şakirov. Çox ləzzət edir. Adıca bugün danışmışam bundan. İnsan kimi də yaxşı. Çox, bizə belə çox, Rasul da elədi, çoxsu elədi. Например, deyirəm ki, Sahil şeylə danışacaq. Həbbin komandasındakı uşaqla. Perspektivli uşaqdır. Çempion России по вольной борьбе. Sərbəst güləş üzrə. Sərbəst güləşdə Rusiya kimi. Bara bir üstündə deyil, mən tərcümə edəcəm. Mən deyirəm ki, Saxa çotamda belə verim себе tuzasıdır. Sağa məbdən deyir ki, brat, onu mənə udmaq üçün, o mənə öldürməlidir orada. Mən onu yiyəcəm də orada. Yanaşması. Onu mənə udmağa şansı yoxdur orada. Başırsan, to есть, yəni o, bana primer Maga, Məhəmməd Əlidə. Mən uşağı 17 yaşından tanıyıram onda. O uşaq həmişə dedi ki, belə balaca uşaq idi. Mən UFC-də olacam. Həmişə deyirdi onu da. Даже elə normal yumruq zad ata bilmirdi. O dedi ki, mən UFC-də olacam. Görsən yenə də psixoloji faktor. Özünə yeridir onu. Görsən indi UFC-dədir. Ona görə ona halaldır da. Malades. Yüngülvari spoiler elədin amma. Hər yerdə paylaşır da onsuz. 1000 dənə video paylaşır. Ümumiyyətlə, mən çoxsu deyəcək ki, UFC-dədir. UFC-dədir. Qız elə. Məhəmməd Əli UFC-dədir.
Sirri hamı bilir. Özümdə də insan olarak ben yalacaq. Ona insan orada sen yapal etdin. Bak, daha belə idmançılar qabağa gedir. Sahil kimi, maga kimi. Ama o idmançılar ki ömrü bu. Ben o kadar talantlı uşaq görmüşəm də. Bir də zalda da elə uşaqlar var. Ne deyirsin? Ancaq ağlayır. Orada məşq eləyir. Bundan məşq eləyir. O uşaqdan heç çox güclü idmançı olmayacaq. Yoxsa o özünə inanmır. Bak, kim deyə bilərdi ki, Geyci İlyas Apoyan ola bilər? Bəlkə Geycinin anasından başqa, bir də atasından başqa Geyciyə heç kim inanmırdı da, brat. Yəni, faktdır da, brat. Hamı deyirdi ki, Mən də deyirdim, açığı tapır yolda. İlyas Apoyan'ı doz udacaq, İlyas Apoyan'ı hiss eləməyəcək. Dolayısıyla onu hamı elə fikirləşdirdi. Hətta İslam da qayıtıb dedi ki, deyir, o deyir, zbitilör çıxdı da, yəni deyir, o vaxtı gedir. Hə, amma görürsən, özünə inam, yaxşı məşq. İtokda onu elədi. Gecə İtat tarixdə idi, MMA tarixindədir. İndi qızıl hərflərlə öz adını yazdı MMA tarixinə başlayırsan. Özünə inanmaq lazımdır həmişə. Bu həyatda heç kim səndən güclü deyil. Səndən güclü ancaq sənin içindəki qorxudur. Başqa heç də səndən güclü deyil. Düzgün məşq, özünə inam və hər şey alınacaq. Bu mənim fikrimdir. Mən ömrü boyu elə də yaşamışam. Mən birinci menajerliyə başlayanda MMA-nin ağsaqqalları gülürdü, deyirdi, bu paçandır, uşaqdır, bu MMA bilir nədir, falan beşməyəm. MMA başında... İndi oturub kıçı boyda uşağına rəqabət aparır. Rəqabət yox, düşmənçilik, rəqabət yaxşı şeydir. Konkurensiya olan yerdə artım da var. Mən MMA menajer olanda mən MMA-dən başım çıxır. Amma qardaş, oxuyursan, öyrənirsən, təcrübə yığırsan, o normal bir şeydir. Yəni ki, əsas öyrənmək ayıb deyil də. Sən həmişə öyrənməlisən. Bəzi insanlar niyə öyrənmək istəmir. Особенно bizim yaşlı MMA-də olan yaşlı müəllimlər, onlar da sıxbor köynə fikirlə qalıblar. Amma dünya dəyişir, MMA dəyişir. Cavandan da heç nə öyrənmək istəmirlər. Öyrənmək ayıb deyil. Mən o qədər bizim UFC Bakıda olanda o qədər manager gəlmişdi. Mən onların hamısına məsləhət götürdüm. Otururdum, danışırdım, deyirdim, bu necə, o necə. Uzağa girmiyor. Aslan müəllimi Eduard. Baxırsan ki, o boyda titulovan idmançıları var da. Yəni, bütün liqalarda, UFC-də də döyüşçüsü var, hər yerdə döyüşçüsü var. Gəlir adamla, mənim verib çıxmasını üzrəm, atam yaşında kişidir. Gəlir adamla elə görüşür ki, adam özü utanır ki, mən bunu oğlu yaşında verib çıxmasını, oğlu yaşındayam da. Gəlir mənim iki əllə görüşür, hörmətlə yanaşır. Amma bəzilərin deyir, amma hamısını... Sən istidin yəni ki, istidin ki, uçitsin. Mənim bildiyimi o bilmir, onun bildiyini mən bilmir. Bir-birimizdən təcrübə yığır. Bəs zbor nə üçün normal gəlirsən? Məsəl üçün gəlmək istəyirlər bu yaxınlıqda Azərbaycana zbor eləməyə. Görürlər, maraqlı gəldi onlara. Emin müəllimlər Renzadevsin Akademiyanın prezidenti ilə də, Cavadla da danışdılar. Azərbaycana gəlmək istəyirlər, tezdən zbor eləməyə, xoşlarına gəldi. Yəni biz məşqə də çalışırıq. Mən özüm də hal-hazırda heç özümü məşqçidən çox deyirəm ki, mən öz təcrübəmlə bölüşürəm. Bir də çalışıram. Bizdə misal üçün İmran müəllim də var, Jiu-Jitsu komandasının 4-11-də baş məşqçisidir. Yəni İmran müəllim də postoyanla girir, araşdırır, sxvatkalara baxır. İndi o işi grapplingdə o sxvatkalara baxır. İndi MMA-də də ki, bilirsiniz, yəni grappling açar. Çalışırıq grapplingi daha çox artıraq. Çünki grapplingun zərrə qədər biraz zəifliyin oldu grapplingdə. Nə cür nə stoykan olur olsun, nə cür nə güləşin olur olsun, axır əvvəl gəlib ora düşdürürsün. Ona görə grapplingi də artdırmaq lazımdır. Həm də yanaşma, öyrənmək lazımdır. Kimdən utanmaq lazımdır? Mən girirəm, misal üçün İmranla giririk, platını məşqlər alırıq, pullu. 20-30 dollar da alırıq. Girib baxırıq, öz məşqimizlə belə deyik, sintez edirik onu, məşqimizi uyğunlaşdırırıq, ona uyğun da məşq veririk. Yəni, çalışıram öyrənim də, öz təcrübəmdə. Özüm elədiyim səhvləri çalışan uşaqlara deyirəm, misal üçün, rekorda olmayan uşaqlar. İndi bu dəqiqə buraxıb AFC-də vırışdıraram onu. Ağalar Məmmədov, axırca Avropa çempion oldu, 61-də. Özü çox güclü uşaqlarla vuruşdu. Taciklıqdır, Taciklərin çox güclü komandası var. Sonra Almaniyanı təmsil edən Çeçen oldu finalda. O da 2 dəfə ya 3 dəfə prizor və çempion olub qammanın. Birinci Avropa çempionatı idi. Yəni bu dəqiqə buraxa bilərəm də, o hazır materialda deyirəm, çıx vuruş. Amma nə özü istəyir, özü də ağıllı uşaqdır. Nə özü istəyir çıxıb vuruşmaq. Bilir ki, tezdir, biraz pişməlidir. Yaşı da azdır da, 20-21, 20 desən yox.
19-20 yaşı var maksimum. Yəni özü də bilir ki, ona indi bu saat çıxıb vuruşmaq ən asandıdır. Düzgün vuruşub udmaq lazımdır. Ona görə tələsməyəsən gərək professional. Mənə çoxlu uşaqlar yazır 17-18 yaşdır. Zaten müəllim istəyirəm professional başlayım istəyirəm. Dedim qardaş tələsmə də. Yəni ki sən lübisil də 100 dəfə uduza bilərsən. Yəni ki sən bu nəyisə öyrənəcəksən və o sənin karyerana heç bir mənfi şey gətirməyəcək. Amma professionalda sən uduzanda bir dəfə uduzdun. Yəni bir gündəlikdir də o. Qiymət yazılır, 2 dəfə uduzdun, sənin karyeran gedir aşağı. Amma futbol kimi deyirlər, sən Udzdun по-любому. Və mən özüm canlı nümunə 3 dənə məğlubiyyətdən başladım. То есть это большая ошибка, то есть tələsməyin. Mənim fikrimcə ən yaxşı yaş, yəni professional karyerasını başlamaq üçün 21 yaşdır. 18-dən sonra. 21 yaş ən idealdır. 21 yaşa qədər hər yerdə dalaşmalısan, hər yerdə oput yığmalısan. Paralel də vuruşa bilərsən də professional. То есть professional 21 yaşdan sonra ən yaxşısı. Если ты хочешь начать профессиональную карьеру, ən yaxşısı 21 yaşdan sonradır. 21 yaşa qədər maksimal dərəcədə təcrübə yığ, 21 yaşa qədər nə lübitsizki döyüş var, hamısını dalaş və ondan sonra geç 21 yaşdan sonra professionallanmaya və tez rekordda yığacaqsan. Совсем başqa idmançı. Özdə tək MMA vuruşmaya, yəni grapplingdə çıxdı. Bütün düşmanlar. Gino, gifəri, harada yıxma, boğma, döymə var, hamısına çıxmalısın. Bu bəziləri var, məsəl üçün ulduz olublar. Onlar xüsusi seçilmiş idmançılar, 24-də artıq çempion olanlar və s. belə 21-də. Yox, şərt deyil, iminlə o yaşda başlayırsınız. Cavad deyir, mən misal üçün demirəm, iminlə 21. Sən baxırsan neçə yaşında vəbşə idmana baş. Bir də yaxşı olar ki, MMA-yə bazı ilə keçəndə daha yaxşıdır. Misal üçün hansısa ən yaxşı olar ki, güləş bazasına, yəni judo olsun, sambo və yaxud da güləşdən gələndə onların texniki element çoxdur, yəni güləş idman növlərində, nəinki zərbəli idman növlərində də boks, kickboks, uşu sayında. O idman növlərindən daha çoxdur texniki element. Ona görə yaxşı olar ki, baza olaraq güləş növündən gələsən, o adama misal üçün zərbə endirməyi, öyrənməyi daha asandır. Nəinki zərbə idman növlərindən gələni güləşməyi. Bu faktdır da. Buna ki, mən demədim, bunu bütün dünya ulduzları da deyir. Hamısı bilir. Sən dediyində biraz, yəni ki, o elə şeydir ki, məncə o prosta seçilmiş adamlardır. Belə talant olmalıdır. Var, 19 yaşında başlayanlar da var. Vitor Belfort 19 yaşında. Evet, to есть bir dənə bir şey var da. Neçədən UFC çempionu tanıyırsan ki, cavan yaşında çempion oldu. Çox az. To есть belə dərinə gəlsən çox azdır da. To есть sən necə, to есть adəcə даже o uşaq, o Meksikalı uşaq, Roxas'da o yeməyi Məndən çıxdı. Şeylə, Magomed Şəriflə qardaşından, onun qardaşını udan. Auruz görürsünüz, o tez başladı. O da proyekt idi. Yox, sönməyib. O niyə arxa plana düşdü? Seyirci Norfut da var idi o. Tavuş da o bir dəfə uduzdu. Orta bir rəqibə uduzdu. O başa düşdü ki, mən tez başlamışam. Hələ oput yığmalıyam. Başladı orada burada Amerikada zətdə lübitsizki yarışlar vuruşmağa. Başladı oputunu yığmağa. Özünüz fikir verirsiniz, Rozu çox retki dalaşır. İldə maksimum bir dənə, maksimum 2 dənə döyüş dalaşır. Təzə başlayanda 1-2 dənə tap ataraq vuruşdu. Haça UFC-yə maraqlı olardı onu raskutka eləmək. Başqa Meksikanetsdir. Amerika bazarına maraqlı. UFC-yə Meksikaydı, çox maraqlıdır. Orada tez-tez yarışlar keçirdirlər. UFC-yə çox maraqlı olardı ki, Raul Rosas tez-tez vuruşsun. Raul Rosas öz səhvini başa düşdü. Vuruşdu ki, tez başladı profesional karyeraya. Tez-tez dalaşmağın mənası yoxdur. Azaltdı. Ya o verir işte Raul Rosas 26'nın zadı keçəndə 27'də Raul Rosas daha çox dalaşacaq. O vaxtda kimi sönməsə. Sönməsə də daha təcrübəli olacaq, daha yaxşı olacaq. Orada da çox faktor var da. Tez başlayan çox vaxtı. Profesional tez başlayan insanlar çox tez də qocalır. Tez başlayan tez sönür. Tez sönür, başa düşürsən? Redki halda kimsə 35-36-ya qədər dalaşır.
Burada elə təbii ki, ağla ən gənc idmançımız Məhəmməd Əli Osmanlı gəlir. Sizdən soruşmaq istəyirəm ki, sizin fikriniz Osmanlı haqqında, yəni bu mövzuda necədir? Çox erkən yaşda başlayıb, artıq peşəkarda 14 dənə döyüşü var. Hələ 21 yaşı təzə olub. Bu arada o çıxışlarında o da tək məşq eləmişəm, müəllim olmayıb, daim bəzən kömək edib və s. deyir. Amma mən bilirəm ki, bir vaxtlar Hamıya kömək edirik. Abi. Ya biz heç kim üstündən xayf qazanmaq istəmirik də, yəni. Yəni bizim zalda çox adam gəlib. Məsəl üçün o vaxt Grappling ağ zalda olanda Tahir də gəlib bizim məşqə, Tofiq də gəlib, mən Vüqar da gəlib. Nəriman da hamı bizim. Biz də onların zalına gedik. Çox normal aldı. Mən dedim ki, biz hamıya halallıq vermişik. To есть kim nə deyirsə Allah canını sağ eləsin, çox sağ ol. To есть it's okay də, yəni ki, Maga krasavçik, молодец. Mən də oradan yazın Walking-ra, bağışlayın yazıcılar var. Azərbaycan deyil, yazıcılar yazsınlar, problem deyil. Atmetika deyilim ki, biraz hype kazanım, biraz şey olsun. To есть Maga молодец. Mən например Maga'ya görə çox şadam. On krasavçik, молодец. Nə bilmirəm. Güclü rəqibləri odur. Qardaş, dili varsa bir şey də var. Mən hamıya deyirəm ki, to есть yəni idmançı olaraq mənə Maga çox xoşuma gəldi. Bəli. Biz də burada idmandan danışırıq. İdmançı olaraq Maga krasavçik hype eləyə bilir, epatajlıdır, maraqlıdır, hiç danışa bilir. MMA-də də o ən maraqlı şeylərdən biridir. Dəhlizli şeyləri çox xoşlayır deməyə. O normaldır da. To есть amma insanların bu xoşuna gəlir. Maga na samом деле tupoy deyil. Maga çox ağıllı uşaqdır. O elə belə o dəhlizli şeyləri elə belə demir. O başa düşür ki, o hype'dır. O şeydən hype qazanmaq olar və o ona görə də onu eləyir. O düz deyiləyir. Öğrenin. Mən həmişə uşaqların hamısına deyirəm ki, Maga'dan öğrenin də. Hökmən də öyle eyni eləyəsən kadra. Sən də bir maraqlı bir şey maraqlı bir şeylə. Yəni kiminsə kopyalamaq lazım deyil ki, nəsə eləmək üçün. Yəni özün elə bir şey yarat ki, sənin elədiyi heç kim eləməsin. Mən misal üçün bir dəfə salto vurdum, mən biraz yadda qaldım. Bacarsan sən də nəsə bir şey elə, ya hərəkət elə, ya nəsə bir söz dinə, ya nəsə bir trash talk elə, maraqlı elə, raskrutka elə dedi. Çünki raskrutka eləyəcəksən, pul da çox qazanacaqsan birinci növbədə. Görəcəklər maraqlısan, danışırsan, sənin izləyənin çoxdur, pul da çox verəcəklər. Hər yerdə səni istəyəcəklər də bütün liqalar, rekorduna baxmayaraq. Elə ən azından danışmağına görə. Yəni onun plusu var ki, yəni minusu yoxdur onun. Yəni prosta deyirəm, yəni də hələ gələ deyəsən ki, o biraz o müəyyən sərhədlər var ki, o sərhədləri keçməyəsən, daha aydın məsələ. Bizim mental dəyərlər də var. Yəni, bəs həm təcrübəli bir müəllim kimi, məşqçi kimi, həm də onu tanıyan birisi kimi, sizcə UFC-dəki səviyyəsi hara kimi olacaq? Yəni, daxil olsa 61 kilo çəki dərəcəsində. Valla mən deyərdim. Top 5-ə, top 15-ə və s. nə fikirlərsiniz? Hal-hazırda mən deyərdim, yəni Belaxutdur şeydə, Tafda, Belax da Van FC-də indi saat Elibek kimdən vuruşacaq? Kəmərə Manqol. Elifenin çempionu. Onu nakavt eləmişdi. Elifenin çempionu birinci. Maga'dakı onu yəni Loru dildə hiss eləmədi. Bir də o da neyin şotuna, yəni pressing və xarakter. Ona ilk dəqiqələrdən göstərdi ki, mən səndən qorxmuram. Yəni heç döyüş baxımından demirəm, amma psixoloji o qədər də təzyiq. O döyüşdən qabaq uduzmuşdu. O döyüşə çıxanda görsəndi ki, o yoxdur da həyatdan. Yəni uduzmağa çıxıb. Yəni həm ona psixoloji davleniya verdi, həm texniki, həm taktiki, hər şey üstün idi. Yəni o uşağı uddusa, mən valla indi qabaqcadan demək olmaz, hər şey ola bilər. İdman. Maga cavandır. Cavan olanda top 15-ə düşə bilər məncə. Düşə bilər məncə. İndi 61-in çəkisi çox ağırdır. Çətindir. Çox ağırdır. Yəni ki, ən çətin odur. Ölü diviziyonda, amma 61 də oradan 61 ən çətin. Pyotr Yanşonov top 10 orada adam yeyənlərdir. Umar Nurmagomedov. Bautista zat 7-də 8-də gelir orada. To есть no Maga'nın ən böyük plusu odur. O cavandır. Cavan. O öyrənib məncə. Öz-üzərində işləyir də. Sən necə Murat bax, belə bir şey deyim də, insan qabında olmalıdır. Maga'nın qabında var. O da necə? To есть Maga
tez öyrənir. Nəyisə göstərirsən tez öyrənir. İndi açıq danışaq da mən heç kimə paxıllıq heç vaxt eləmirəm də. Necə var elə danışmaq. Hamıdan danışmaq lazımdır. Hamıdan necə var elə danışmaq lazımdır həmişə. Maqa tez öyrənir. Maqanın xarakteri var, Maqanın özünə inamı var. To есть o uşaq Azdır. Bir var. var. Başarsan, elə idmançı var ki, qardaş, zalda hamını döyür, Yarışa çıxılır. yarışa çıxır qorxur. Bizdə də var. Niyə? Yoxsa qabında yoxdur. O heç mən belə idmançılara həmişə deyirəm, fikir edirəm, sən başqa səhət. Niyə həyat bu belə? Elə yəni ki, elə belə həyatımdan gedir. Görsən necə idmançıları getirir, idmanı elə də uzaqlaşdırır. Yəni ki, normal heç kimi aldatmaq lazım deyil də, başa düşürsən? O reallıqdır da. Yəni qorxursan. Sən если bütün günü zalda 1 il əziyyət çəkirsən, başından udar yeyirsən, hər dəfə, hər həftə sparring, nə bilim, grappling, o, bu, risk, və salmaq. Sonra sən döyüşə çıxırsan, rəqibindən qorxursansa, dalaşa bilmirsənsə, Özün üçün məşq elə də, sağlamlıq. Deməli bu sənin üçün deyil də, yəni ki, nə özünü aldat, nə başqalarını aldat da, yəni ki, başqa bir sənət Avara eləmə də zamanı bir söz. Bir sual mənim üçün çox maraqlıdır. İndi menecersiz döyüşlərlə işləyirsiniz, seçirsiniz. Ümumiyyətlə Azərbaycanda yəni peşəkar liqalara çıxmaq əvvəlki illərə baxanda asanlaşıb da. Yəni Fərid müəllim özü də dedi ki, mən başlayanda əsgərlikdən sonra 2014-də falan çox belə çətin vəziyyət idi, tapmaq çətin idi. Mən ona görə nə fürsət çıxırsa gedib dəyərləndirməyə çalışırdım da. İndi bu peşəkara çıxmağın bu asanlığının avantaj tərəfini bildik ki, az olan uşaqlar, cavanlar nəsə qazana bilirlər. Bəs dezavantajları da varmı bu qədər asan olmaq? Yəni hər kəsin o arenalara çıxa bilməyi. Əlbəttə ki var. O əlbəttə ki var. Böyle bu var idi. Mənfi cəhətləri daha çoxdur ki, müsbət cəhətləri. Потому что, во-первых, biabırçılıq olur. Özünüz gördüyünüz kimi də çox momentlərdə biabırçılıq olur. Bilən necə? Bəzi insanlar başa düşmür ki, orada belə böyük pul yoxdur da. Vallahi yəni ki, qardaşlar, mən sizə açığı deyirəm də, bax, bilin də prosta. 0-0 olan idmançı, normal rekorda gedər idmançılar çox az pul qazanır. Çox az, yəni ki, $200, $300, maksimum $1000 olanda onlar çox sevinirlər. Bax, orada böyük pul yoxdur yəni ki. Belə insanlar bilirlər ki, MMA idmançısı milyonlar qazanır. O boş söhbət damısı, yalan söhbətdir. Qazanarsan, müəyyən pilləyə çatsan. Yenə də o menecerlik şeyinə çatanda da, o çoxlu menecerlər aldadırlar. O idmançıları pul cəhətində aldadırlar, rəqib cəhətində aldadırlar. Başlayırlar. Şirə verirlər. Şirə verirlər, o bildiğin gedir. O yenə də idmançının da səhvidir. Onun məşqçinin də səhvidir. Çoxlu zallarda məşqçilər də həmin məncələrdən bir yerdə edir onu. İdmançını aldadır, idmançının pulunu vermir. Sənə qonorar vermirlər. Pulsuz dalaşacaqsan. Amma sən deli verirlər. Qardaşlar, mən sizə yenə də deyirəm, bax, bu videoya kim baxır. Siz heç bir liqa sizi heç yerə pulsuz gətirmir. Heç kimi inanmır. Siz başqa ölkədə dalaşırsınızsa, sizə orada polibom pul ödəyirlər. Sizin menajeriniz ya da müəlliminiz sizə deyir ki, siz pulsuz dalaşırsınızsa, bilin ki, o sizi aldadır. Mən sizə onu 100% deyə bilərəm. Müəyyən düzdür, istisnalar var, tək-tük 1-2 dənə liqa olub ki, deyir, yol pulunu ödəyirəm, qanarı verir. Olur elə ki. O çox redki halda da, bildin? O da bir necə tanınmış olmayan liqalarda. Tanınmış olan liqalar... Bir də debütantsa da olursan, rekordun olmadı onda. Bu tanınmış hamısı liqalar doz verir pul. Ya yol pulu ya onu ikisindən birini neysə verməlidir. Mənfi cəhətlər odur da, qardaşlar. Tələsmək lazım deyil, aldanmaq lazım deyil. Bir də kontrakt gərək tələb edir. Ən böyük də xahiş. Məndə də idmançılar udur ha. Məndə bütün idmançılar hamısı udumur yəni ki. Qardaş, yeyəsə sən gedirsənsə döyüşü uduzmağa, sən qurban olaram. Mənəm Türk mahnısını qoyma, bir də bayraqdan çıxma. Bax, sən biabr eləyirsən də ona. Sən bilirsən ki, yavına çıxırsan uduzmağa, qoyursan o mahnını, bayraqla çıxırsan ki, elə bil müharibəyə çıxırsan. Döyüşün satanlar. Sonra da çıxırsan, bir dənə udar vurulur, yıxılırsan yerə, uzanırsan yerdə. Onu eləməyə ehtiyac yoxdur. Adıca ATF liqası. Mən Instagramda onları paylaşmışdım, onlar mənə yazmışlar ki, qrup onlara başlayacağım vurmağa, mənə sil. Sonuçta mən 3 dənə, 4 dənə orada yarışa baxdım.
Çıxırlar. Mənəm Türk, mənəm Türk, zat nə bilim nə, bayraq zat. Bir dəqiqədən çox çəkir. O, bu, ora, bura, zat nə bilim nə. 30 saniyə döyüş, 2 yumruq ata bilmir, yıxılır yerə, odur. Mən oraya maşmakina yazıram ki, bir dəfə bırak. Bu nədir? Niyə belə edirsən də? O da ki, bırak, valla mənlik deyil də. Bir mənacer var. O da hamı bilir kimdir, gözdə bilir. To есть hiç o eləyir də. O eləyir. To есть do sих por o liqada bizdə zalda uşaqlar var ki, bir il əvvəl vuruşublar, 8 ay əvvəl vuruşublar. Onlara söz veriblər pul. Amma o pulu heç axıra qədər verməyiblər. O vəziyyətə gəlib çatıb ki, bax bir dənə söz deyəcəm. O həmən liqadan bir dənə idmançımız var, bax bizə dedi o şeyi. Mən də ağzımdan çıxan dedim, ona üzr istəyirəm. Qayıtdı dedi ki, bəs müəllim, bəs belə bir təklif eləyiblər mənə. O Özbək menecerdir, mən o tanıyıram, o kimdir? Cavad da tanıyır kimdir. Amma Azərbaycanlıların əli ilə eləyir, Azərbaycanlı menecer adı ilə eləyir. Onun da payını vermiş ya Allah şükür. Zəng eləyib deyib ki, falan rəqibdir, deyirsən Babura deyirsən, Fərqi nədir? Belə bir idmançı var, belə Xaypov idmançı. Ona rəqib axtarırdılar. Deyir ki, bəs şeydir, sən çıx ona uduz, $3000 pul verir. Təsəvvür elə sən Azərbaycanın adından çıxırsan, Azərbaycanın bayrağı ilə çıxırsan, ölkəvi təmsil edirsən, İyavını çıxırsan ki, o səni hiss eləməsin. Pula satırsan. Orada çoxlu adamlar eləyir. Ладно, okey, heç olmasa çox da pulu da versəydilər, heç pul da nə yapın. Axı 6 ay ipoteka ilə verirlər. Heç pul da normal vermə. O görə dəyməz. Zarafat bir qırağat, oradan ölkənin adına görünən boyda xərc. Təsəvvür elə tək MMA olmasın, futbolda belə şey eləsinlər, karatədə belə eləsinlər, judo. Ölkənin adı idman barəsində batır da qardaş. Yəni buna deyirlər ki, gör nə vəziyyətdə özümüzü gətirib çıxarmışıq ki, yəni mən məni bunu demirəm, yəni ümumən deyirəm də, yəni bizə də aiddir o. Biz də Azərbaycanın idmanını təmsil edirik, pis, yaxşı, hamımız təmsil edirik də. Amma ki, yəni görülən həddə çatdırıblar ki, biz orada, yəni belə deyirlər, Gülləcəm Yaşov kimi baxırlar və istəyirlər ki, uşağı gətirək ora, uduzduraq Azərbaycanın adından. Özə deyir, sən narahat olma, sənin adı yazmayacam təpəalıcıda, başqa pulsa Azərbaycanın adından çıxacaqsan. Sənə pul verəcəklər onun. Bu belə vətənə xəyanət kimi bir şeydir. Mən onu belə başa düşürəm. Yəni bunu eləyən adam, bunun ləyaqəti ola bilər. Üzr istəyirəm. Pulu hər cür qazanmaq olar da, amma pulu ləyaqətlə qazanmaq söhbəti var da. Yəni bizim dəyərlərimiz var ki, hansı ki onu çalışırıq qoruyub saxlayaq. Yəni indi burada belə bir dənə maraqlı bir nüans yaranır ki, burada problem həmişə menecerin olur, yəni yoxsa idmançının özünün, məsələn idmançı gəlir menecerə yaxınlaşır, mən döyüşmək istəyirəm, mən pulum yoxdur və s. o $300 da ehtiyac məşqçi avtoritet olmalıdır da, bəs məşqçi ancaq o deyil, gəlir buradan, hə, okey, yes, super, əla. Elədin, çıxdın, getdin. Onun eləməyi nə var ki, elə valla mənim balaca qızım var 5 yaşda, ona da öyrətsin, o da gəlib məşq keçir. Ara bir zala getdinəm, o da elə uşaqların üstünə qışqırır. Yəni onun nə var ki, eləməyi? Valla buradan durum hamıya komanda verim. Hə, orada sən güləş, sən sparring işdə. Bir şey öyrət. Müəllim birinci növbədə nə olmalıdır? Psixoloq olmalıdır. İdmançılarını tanımalıdır. Kim nəyə qadirdir? O kimin beynində nə baş verir, nə problemi var, o ilə birinci maraqlanmalıdır. İkinci növbədə məşq keçməlidir. Məşq keçmək ancaq yenirəm sparringdən, sxvatkadan, o güləşlərdən ibarət deyil. Öyrətmək lazımdır. Bir Cavad da bilir kimdən danışmışam. Bir dənə idmançımız var, belə bir gülməli bir söhbət olmuşdu. Bizim komandadan deyil. Deyir ki, yarışa getmişik. O idmançı da dünyasını dəyişib indi bu saat. Onu güllələrlər, Dağıstanlı idmançı deyir. Oyla vuruşurdum. O da çox titullu güləşçi olub. Deyir ki, bazası sərbəst güləş olan adam, titulu olan adamla təsəvvür elə. Yəni o sənə aydın məsələdir ki, ilk saniyələrdən sən ancaq güləşəcək. Deyir, girir ayağıma vızılladır məni, takedown eləyir, saxlayır məni, qalxa bilmirəm altından, mıxlayır məni yerə. Oradan deyir, mənim sekundantım qışqırır ki, qalxmaq lazımdır. Deyir, round qutardı, deyir, mənə özümüzə gic gülməyi tutub. Deyir, yaxınlaşmışam, deyir, mən də bilirəm, necə qalxmaq lazımdır, necə qalxım, deyir. Başa saldı, əlimi qoyum, ayağımı qoyum, crossface edeyim, necə qalxım. Yendirəm, o qıraqdan durub qırmağa nə var ki? Elə yalandan boşuna hayküyü qaldır, vurmaq lazımdır, udmaq lazımdır, qalxmaq lazımdır. Onu hamı eləyə bilər, valla. O məşqçilik deyil axı, qardaş. Na samом деле, idmançının özündən də çox asılıdır. Əlbəttə. İdmançı, bir dənə uşaq var idi. Mənə yazırdı ki, müəllim,
falan liqada döyüşmək istəyirəm, ora, bura, zad, nə bilim. Mən deyim, qardaş, sən hələ tezdir, lazım deyil də. To есть, yenə də mən onu edirəm öz təcrübəmdə. Mən də o səfəri eləmişəm nə vaxt da. To есть, Öyrənirik. İndi öyrənmişəm ki, ona lazım deyildim. Amma deyirəm ki, qardaş, sən hələ tez. Bizdə zalda o qədər uşaq var. Mənə yazırlar ki, ya da Fərid biraz ürəyi yumuşaqdır, Fəridi bezmirlər ki, müəllim dalaşım, Fərid mənə yazır ki, ver dalaşsın da, deyirəm, yox, olmaz, hələ tez. Deyirəm, mənim mazgimi xərab eləyir, qoy vuruşsun, gör. Mən ona deyirəm, lazım deyil, Mən deyirəm ki, yox, Fərid. Onlar da bilirlər ki, допустим, mən vermirəmsə döyüş, onlar heç yerdə başqa yerdə döyüş tapa bilməyəcəklər də. Mən deyirəm ki, yox da, mən vermək istəmirəm, dalaşmayacaq. Yenə də hər şey idmançının özündən asılıdır. Mən əvvəl onu dedim də, dedim ki, mən məktəbdə döyülürdüm, например, hamımız döyülmüşük də məktəbdə. İndi bir gün döyülmüsən, bir gün döyülmüsən, normal bir şeydir o yəni ki. Mən kim o deyildim məktəbdə, bu səhərdə orada. Ələm nəsə gün döyülürdüm, elə deyildi. Şeyindən bir. Həftədə bir-iki dəfə. O şimdi ama yenə də dalaşırdın məktəbdə, kim nəsə bacarmırdın, evdə gəlir nəsə çıxarsın ki, ay da biabır oldum, nə bilim, deyəcəklər ki, falan bunu dövdü. Abi siz əziyyət çəkirsiniz, sonra özünüzü rasxoda verir. Niyə də? Mən o çatdırır. Mən həmişə idmançının özündən soruşam. Bayardan idmançı gəldi ki, mən rasxoda verdi, nə bilim, belə danışdı, deyir mənə. Mən deyirəm ki, qardaş, mən biləm ki, o yalan danışır. Yoksa heç kimi başından tutub belə döyüşə sala bilməz. Mümkün deyil də o qardaş. Yəni ki o mümkün deyil. Yəni ki hər şey bir insanın üstünə atmaq lazım deyil. Yəni zorla o şey mümkün deyil. Mümkün deyil də. Məsələn istəyirdin, alınsaydı o yaxşı insan olacaqdı. Alınmadı deyə o pis insan oldu. Amma yenə də ən böyük səhv sənin özündədir. Razılaşmır. Yəni gəlib bir haqqı məsələ edirərdi. Deyir, o məndən başım ağrıyır, 3 kilo məndən yox idi. Qardaş razılaşma da. Gelib uduzu bu bəhanə axtaracaqsansə demə. Elə hər mövzudan danışdıq, əla idi. Fikirləriniz, təcrübələriniz doğrudan da möhtəşəmdir. İndi siz bir müddətcə həm məşqçiliyi, həm də peşəkar döyüşçü fəaliyyət göstərirsiniz. Bundan sonra peşəkar döyüşçü kimi hədəfiniz var, yəni neçə yaşa kimi vuruşmaq istəyirsiniz, yoxsa ümumiyyətlə karyeranız dayanıb, yəni vaxtı məlumat verərsiniz zəhmət. Ümumiyyətlə mən yəni birinci gündən deyirəm, mən həmişə burada idmanda perspektiv axtarmışam da, pul istəmişəm. Yəni yalandan deyim, yox, pulsuz vuruşmaq istəyirəm. Yox. Cavad da bilir. Mən həmişə deyirəm, o mənə nəsə liqadan atır, Avropada zətdə çox vaxt vuruşmaq istəmişəm. Çünki həmişə mənim karyeram çətin olub. Onsuz da əvvəldən düz qurmamışam. Məğlubiyyətim ona görə çox da olub. Bir müddət Oktagon çempionu da olmuşam. Allaha şükürlər olsun. 5 nəfərin içində Ərgəyev Oktagon kəmərini gətirmişəmsə, tək məşq eləyə deməli hələ ki canım suludur. Bəlkə də nəsə eləyə bilərəm. İnanıram özümə əsasən. Kim də inanmasa özümə inanıram, əlhəmdülillah. Yalandan demirəm də, ay məndən UFC-də partladacağam orada burada. Yəni Allah nəyi nəsib eləyibsə indi Allah deyir səndən hərəkət, məndən bərəkət. Əlimdən gələni eləyəcəm. Əlbəttə böyük liqalarda vuruşmaqdır, ölkəmizi, özümün adını qaldırmaqdır, komandamın adını ki hamımıza yaxşı olmalıdır da. Yəni belə hələ ki vuruşmaq fikrim var əlbəttə. Prosta sadəcə olaraq mənim çəki dərəcəm, hamı bilir ki, ölü flyweight-dir. Flyweight-də Lorudirdə ölü çəki divizyonudur da. Yəni çox az döyüşlər olur. UFC-də belə soruşsam bu dəqiqə deyəcəm kimdir çempion, əksəriyyəti bilmir kimdir orada çempion. Doğru. Çünki daima dəyişir, tanınmış atlar yoxdur və o çəki dərəcəsi ən çox aktualdır Aziyada. One FC olsun, WLF olsun, bu liqalardır. Avropada belə 57 çəki dərəcəsi yoxdur. Polşanın tarixində birinci dəfə mən vuruşmuşam 57, təsəvvür elə o boyda kəmərə. Siz də uduzmuşdum orada. Həmən uşaq indi psat çempion. 61-də KSW. O da keçdi 61. O da keçdi 61. Mənlə də döyüşdə gəbdən bəhanə mən də deyim. 2 kilo yarım eləməmişdi. Görsə mən ona görə uduzum. Neysə. Yəni deməyim odur ki, yəni vuruşmaq fikrim var elə ki, 31 yaşım var, 32 olacaq inşallah gələn ay. Məndən olsa valla 40 yaşımacan vuruşaram. Deyirəm, vuruşmağı mən onu görə eləmirəm, cəmaatın gözünə girim və yaxud da nəsə. Mən bu işdən həzz alıram. Hətta bunu axırıncı döyüşümdə uduzandan sonra da mən stories çəkib paylaşdım ki, mən hələ nə qədər canım suludur. Mən bu işi sevirəm, zövq alıram. Çünki bir növ stres atıram. Həm də ki, əlbəttə ki, vuruşub uduzmaq deyil məqsədim. Canımı qoyuram da, çıxıb yalandan əlimi vurmuram.
istəyirəm vuruşum və böyük liqalarda vuruşum və kəmərlər gətirim və titul qazanım. Fikrim var. İnşallah ki də Allah nəsib olsa eləyəcəm. Yəni mən inanıram ki, məni hələ spesifik eləmək olmaz şotdan. Bugünkü gün 17-18 yaşlı uşaqlarla başa-baş çalışıramsa, hələ motorum çəkirsə, yəni crossda olsun, sparringdə olsun, güləşdə olsun, deməli hələ də işləyir. Yo, açıq deyim, например, mən də Korofisiya Fəridə rəqib axtaranda, mən də qanarları çox yaxşı deyirdim. Çox adam razılaşmırdı. 57-də razı olmurlar. Çox adam razılaşmırdı. Mən axırıncı 10 gün bir dənə Dağıstanlı tapdım. Mən istəmirdim Dağıstanlı qoymaq, istəyirdim Avropadan zatdan qoyum. Alınmadı, heç kim razılaşmırdı. Yəni adıca biz indi inşallah Avropada döyüşmək istəyirik. Nəşə o 6-cı rəqibdə 61-də razılaşmaq. 57-ni qoyuram, 61-də razılaşmaq. 61-də ancaq sən qədər istəyirlər. Потому что опыты var. Rekordu da pisdir. Onun Fəriddə indi rekord 13-10-dur. 10 məğlubiyyət. Amma Fərid o rekorda uyğun deyil də. То есть o doğrudan daşımağı o deyil. То есть o namloqa o rekorddan yaxşı daşır. Əksəriyyətində 61-də olur. Çoxsu girir, baxır, deyir, ha, pis rekordlu döyüşlərinə gedirlər, baxırlar ki, dasam belə deyil. Bir dənə situasiya, gülməli situasiya Polşadan danışım. Fərid kəmərə dalaşır orada. Fəridə deyirəm ki, Fərid də biraz ürəyi yumuşaqdır. Fəridə deyirəm ki, Fərid, rəqib sənə yaxınlaşanda onunla qardaş danışma da. Heç nə eləməyəcəm. Mən nasıl getdim suda götürmək Yox, yaxınlaşdırın. Görürəm, qardaş köbələ oturub danışırlar. Nazə deyirsən. Yaxınlaşdırın. Məndən müxarib Mənim ürəyimdə dözmədi. Mən də başlarım danışma. Çəkisini eləməmişdi, biraz agresiya yaranmış. Vest indi səhər durmuşuq. Bunda 3 kilo vesti qalır. Mən də zan vuram indi şeyə. Deyirəm ki, bizə şey lazımdır. Parno lazımdır. Biz orada dəhşət. Deyirlər ki, yoxdur parno. Amma bizdə 3 kilo var da. Biz bir. Özdə çempion çəkisinə 57 yox, 56-700. 56-700. Mən dedim ki, Fərid 58 nə qədər? Mən də Fəriddən gözlə. Artıq 2 kilo yarım. Balonkan geyindirdim buna. Saldım bunu vannik. Ya birinci qaçdım elədim. Getmədi böyle. Saldım bunu ayaq yoluna. Götürdüm skoçla bütün dərmədəşilər hər şeyi bağladım. Duşu açdım, qapı qaynar suya. Kranı açdım, qapı qaynar suya. Qapı bağlandı motorda. Allah'a and olsun. Vallahi belə çəkib. Mən hələ həyatımda belə film çəkmədim. 2 sadə şovu sallıq. 100 qram artıq qaldı. Saçını kesdik, saldıq şey. Özdə besi necə salmışsan? Tamam. Təsəvvür elə biraz Polşada belə deyim də o liqa biraz bizə necə deyim, belə də yaxşı yanaşmırdı da. Yəni bilinirdi ki, bizə belə vtorostipendiya yanaşır. Belə də üz üstə meşok kimi istəyirdilər ki, mənə bunu uduzdursunlar, raskoda versinlər Ukrayna. O Ukraynada indi bu saat hal-hazırda 61-də KSW-nun Avropanın ən böyük liqasıdır KSW. Oktagonda yox, KSW böyükdür. Hə, yəni çox yaxında gedir. Top 10 liqadır. Oranın indi bu saat hal-hazırda çempiondur. Deməli, vanna otaqları, şeylər olur, kabinləri. Onu girib bağlamışam, oturmağa da yer yoxdur. Otursan da par, hamı bilir də, yəni yuxarı qalxır da isti. Parnoyda başını qoymuşam, kayf elə dirəmişəm belə bu vəziyyətdə. Belə vəziyyətdə çəki salmışam. Gecə saldıq, nə qədərdirsə 2 kilo yarım, 3 kilo, 2 kilo yarım, 3 kiloya yaxın saldıq şeydən. 3 kiloda qalmış. 3 kilo qalmışdı, səhər duranda rovno 2 qaldı. Rahat yatsın deyə çox yormuruq da. Şey deyir, yəni ki, falan qədər salırıq. Səhərə saxlayırıq qalanı. Səhər duranda bodru yata bilsin ki, bodru geçsin də aslında. Onda yatmağın burnumdan gəldi mən. Bir dənə də şey deyim, mən də qoy bəhanə gətirim də, hamısı qoy gətirim, mən də deyim. Deməli, bu uşağa hər bir şərait yaratmışlar. Və o, görmüsünüz də, belə parça saunalar olur, bura kimi girirsən. Onu verdilər buna. Buna super otaq zat. Çəkini verməyə gələndə, gəlmişəm, çəkin vermişəm. Deyirlər ki, rəqib çəkini verə bilmir. Biləm nə qədər, deyir, 2 kilo nə qədər. Allah bilir, bəlkə də bu nəyə görə mən elə gəldi ki, 2 kilodan çox idi. Çünki özü də biraz üz üstürəm tupo idi. Yəni bu şeyi paylaşmazlar da. 2 həftə qalmış döyüşə yazıb ki, mənim 12 kilo artığım var. Biraz başda çatlaq idi. Şirki şeydi, 12 kilo artığı var, kişi deyildi, göbü salcı çəksin. 2 həftə qalıb döyüşə, 12 kilo artıq nə deməkdir? Mən bu çəkini salacağım.
Ben də onu deyirəm ki, bu hamısı bu çoxdan neçə 3 il keçib də o zaman üstündən. 2024'te olur. Ha, 3 il başladı. Yok 2 il. Evet, başladı 3 ildə orada. Görürsüz o hamısı, bax mən əvvəlcə dedim, o təcrübəsizlik idi. Sonuçta mən menecer kimi onu da pustit Razılaşdıq. eləməməli idim. Mən ona razılaşdım. Sənlik bir şey yoxdur da, o məzun dedim. Bizə necə? To есть idmançı vəs alır, o bu falan 5 milyon, o pulbomu dolaşmaq istəyir. Özən bu məsləhət kimi də deyirəm amma başqa menecerlərə də nə bilmirəm. Həm də məşqçilər. Top menecer deyiləm ki, məsələn belə məsləhətlər verirəm. Mən prosta öz həyatımın keçdiyimi deyirəm də. To есть допустим mən indi onu eləmərəm. Потому что mən deyirəm ki, Fərid davay sakit ol. Döyüşmürsən, söhbət bağlandı da, например, gedərik öz pulumuzu götürərik, show up fini götürərik, onlara deyərik çox sağ ol, gedərik evə. Həqiqətən. Belə. Allah razı olsun səndən də Abdullah qardaş, Kəsbayıb, amma izləsin. Ən skandallı Mənə gələ axırıncı podkastda olacaq Abdullah. podcast. Yəni hamının xətrini çox istəyirik, zarafat edirik. Mən hər şeyi Biz də təşəkkür edirik bizi qəbul elədiniz. Renzo Grace Akademi, möhtəşəm klub, zal, müəllimlər, hər bir şey zordur. Yəni gəlib yaxınlaşa bilərsiniz. Buradan Ayaz müəllimə, Emin müəllimə, Hüseynə, İmran müəllimə, kim ki bizə dəstək olur, Azad müəllimə, cənab Nazir Fərid Qayıbova da təşəkkürümüzü bildirmək istəyirik ki, bacardıqlarını eləyirlər, bizə şərait yaradırlar. Baxmayaraq ki, MMA kommersiya idman növüdür. Yəni dünyanın çox bir yerində, yəni dövlət tərəfindən dəstək olunmur. Bizdə Allaha şükürlər olsun. O UFC-ni Azərbaycana gətiriblər. UFC-ni keçirdilər. Bu yəni necə deyim, bizim üçün böyük bir addımdır. İnşallah da bizim də əlimizdən nə gəlirsə, yəni nə köməklik, nəsə gəlirsə biz daim eləməyə sözlə yox, biz heç vaxt çıxıb podkastlarda yalandan boş-boş danışmırıq. Azərbaycan elə gəldi, belə gəldi. Davay 40% ver bura mən gətirir. Və güclü idmançı olmaq istəyirsənsə sənin karyeran düzgün getsin. Galaktik Sportdan işlə. Çox sağ olun, sizə minnətdarlığımı bildirmək istəyirəm. İdmançıları fikirləri ilə çalışırsınız, bölüşsünlər, yəni tanınaq. Çox sağ olun ki, belə siz də təmənnasız öz cibinizdən hər şey edirsiniz, investor yoxdur, bir şey yoxdur. Biraz da sizin üçün ağlayaq. İdmançılar sərdarsız ağlayıb. Sponsorumuz yox. 25 manatlıq mikrofonum var. Ona görə əlimizdən nə gəlirsə, nə qədər canımız suludur, nə qədər Allah bizə belə deyək, idman ömrü veribsə, idman ömründən söhbət gedir də, belə ömrün payatmayacaq. Yəni əlimizdən gələni eləyəcək inşallah. Yəni əlimizdən nə gəlirsə, yəni bir bacarıqsa, onu da yetərincə edəcək. İnşallah hər bir şey güc birlikdədir. Yəni biz eləməyə çalışırıq, çatdırırıq. Siz də zəhmət olmasa, əgər kanal fəaliyyətini bəyənirsinizsə, Azərbaycanda idman inkişafını istəyirsinizsə, videolarımızı bəyənib kanala abunə olaraq bizə dəstək ola bilərsiniz.